Salam hörmətli informatiklər. Bu günləri biz sizlə 11.4-ün 41-ci sualdan sonraki suallara baxacağıq. Əgər bu sualların izahları sizlər üçün faydalı olursa, kanala abunə olmağı unutmayın, zəhmət olmasa. Gəlin vaxt itirmədən 41-ci sualdan başlayalım. Deməli, verilmiş proqramın təyinatı daxil edilmiş tam ədədin, yəni biz bu proqramın təyinatını tapmalıyıq və bizə deyir ki, daxil edilmiş tam ədədin. Biz daxil edilmiş tam ədəd üçün bir ədəd daxil etməliyik. Gəlin, hər hansısa bir ədəd daxil edək. N-ə bir ədəd daxil etsək, məsələn, daxil edək nəyi? 64-dür. ABS N, bu ABS moduldur. Yəni, necə ki, riyaziyyatda bildiyimiz bu modul var, bu ABS-dir. Deməli, bir ədəd daxil edirik, sonra onun elə yenidən modula salırıq, elə 64 modulu 64 verir bizə, i-miz 0-dır. İndi gəlirik, baxırıq dövr məsələsinə, while-a. Bizə deyir ki, i-nin kvadratı nə qədər ki, kiçikdirsə n-dən, yəni i-miz birinci nə olur? 0. 0-ın kvadratı kiçikdirmi 64-dən? Hə, onda i-miz nə olur? Bir vahid artır, olur 1. Keçirik növbətiyə. 1-in kvadratı kiçikdir 64-dən? Hə, onda olur i-miz olur 2. Sonra 2-nin kvadratı kiçikdir 64-dən, bəli, onda i-miz olur 3. Bu hər dəfə belə arta-arta gedir. I-miz neçə olanda 64 dövrdən çıxmalıdır. 7 olsa, bax 7-nin kvadratı bir vahid arta-arta gəlir. 7-nin kvadratı kiçikdir 64-dən. Bəli, 7-nin kvadratı 49 edir. Bu da 64-dən kiçikdir. I-miz bir vahid artır, olur 8. 8-in kvadratı bəs kiçikdir 64-dən. Xeyr, artıq 8-in kvadratı 64 eləyir. 64 64-dən kiçik deyil axı. Deməli, artıq dövrümüz ödənmir. Dövrümüz ödənmədiyi üçün biz buradan çıxırıq, while-dan çıxırıq. Düşürük hara? Növbəti əməliyyata. Düşürük i-yə. İndi i-mizin hansı qiyməti ilə çıxdıq? 8 qiyməti ilə. İndi deyirəm onda 8 üstü 2, yəni 8-in kvadratı. Bax, artıq bu belə yazılır. 8-in kvadratı bərabərdirmi n-ə? N-imiz neçə idi? 64. Bərabərdirmi 64-ə? Bəli, həqiqətən də 8-in kvadratı 64 bərabərdir 64-ə. Onda nəyi çap eləyir? Print i-ni. I-ni çap edir. Yəni i-miz neçə idi? 8. Sonuncu dəfə i-miz 8 olanda çıxmışdı. 8-i çap edir. Əks halda isə xeyr çap edərdi. Deməli, biz 64 daxil elədik. Bizdə çapa getdi 8. İndi biz buradan düşünürük ki, 64-dən kök altında, belə deyək də, kök altı 64-dən 8 çıxır da. Yəni 64 8-in kvadratıdır. 8-in kvadratı 64 eləyir. Mən 64 daxil eləyəndə 8 çıxırsa, deməli bu neçənci dərəcədən məsələn kvadratı olub olmadığını, yəni kök altı olub olmadığını yoxlayır bizə. İndi variantları oxusaq biz bir-bir, baxarıq ki, burada deməli, ən böyük cüt rəqəmi çap edir, xeyr. Hansı natural ədədin kvadratı olduğunu çap edir? Bəli, hansı natural ədədin kvadratı olduğunu çap edir? 8-in kvadratı idi 64, ona görə də 8-i çap elədi. Yəni, cavab olur B variantı. Daha sonra keçək 42-ci suala. Deməli, verilmiş variantlar üçün A dəyişəninin daxil olunmuş hansı ən böyük qiymətində proqram 4 ədədini çap edər. Baxın, bizə şərtdə belə bir şey dedir, verilmiş variantlar üçün. Yəni, biz artıq burada variantlarla işləyəcəyik. Çünki bizdə verilmiş variantlar üçün deyir. Ona görə biz artıq burada variantlara baxacağıq. A dəyişəninin daxil olunmuş hansı ən böyük qiymətində proqram 4 ədədini çap edər. Proqramın 4 çap olunması üçün baxırıq ki, baxın, n-imiz 1-dir, n çap olunub da sonda. N-imiz 1-dir. N-imizin 4 çap olunması üçün neçə dəfə işləməlidir bizim dövrümüz? 1 dəfə işləməlidir. Bax, bura 1 dəfə işləməlidir ki, n-imiz 1 idi. 4-ə vuranda daha işləməsin, elə 4 çap olunsun. Aydındır? Yəni, mən buradan tapıram ki, dövrüm mənim 1 dəfə işləməlidir. Daha sonra ümumi gəlin baxalım bizim proqrama. Mən bir A ədədi daxil edirəm. A ədədi daxil edəndən sonra, məsələn,
Bu necə bir yazılışdır? S-imiz necədir? Məsələn, baxın belə bir şeydir. Mən x, y, z ədədi daxil etsəm, 3 rəqəmli ədəd. Cavablara baxdıqda görürük 3 rəqəmlidir. Ona görə 3 rəqəmlidən danışıram. 3 rəqəmli ədəd daxil etsək, bu yazılış bilirsiniz nə deməkdir? Bu yazılış ilk 2 rəqəmdən, yəni x, y-dən sonuncu rəqəmin z-in çıxılmağını verir bizə. Aydındır? Yəni ilk 2 rəqəmdən, məsələn, bir nümunə yazın. Mən 154-ü daxil eləsəm, bu 15-dən 4-ün çıxılmağı deməkdir bu yazılış. Aydındır? İlk 2 rəqəmdən sonuncu rəqəmin çıxılmağını verir bizə. İndi bizə deyir ki, S-imiz, gəlin buna da S1 deyək. S1-imiz kiçikdir 15-dən. İndi baxın, ümumi bu dövrün işləməsinə baxalım. S1 kiçikdir 15-dən. Bəli, onda S2-miz nə olur? S1 plus 2. Düzdür, N-imiz nə olur bəs? N-imiz də olur 4. 1 idi, 1 vurulsun 4, yəni 4. Aydındır? Və artıq bizim bu şərtimiz, ikinci dövrə başlayanda şərtimiz nə olur bizim? S1 plus 2 kiçikdir 15. Artıq bu ödənməli deyil, yəni yox olmalıdır. Artıq bu ödənməli deyil bu şərt. Çünki gəlib 4 çap olunmalıdır. Onun üçün N-imizin 4 çap olunmağı üçün bu şərt ödənməli deyil. Onda deyirəm ki, S1 plus 2 böyük bərabər olmalıdır 15-dən. Doğrudur. S1-imiz də böyük bərabər olmalıdır nədən? 15 çıxılsın 2, 13-dən. Bu onun olduğu ən kiçik qiyməti. Ən kiçik qiyməti. Bir də bunun ən böyük qiymətini tapmaq üçün nə edirdik? Bir dövr əvvələ qaydırdıq. Baxın, qaydırıq bu əvvəlki dövrə. Əvvəlki dövrdə də şərtimiz nədir? Əvvəlki dövrdəki şərtimiz isə S1 kiçik olmalıdır 15-dən. Aydındır? S1 kiçik olmalıdır 15-dən. İndi biz bu iki şərti, gəlin bunu da bunun altında yazın. S1 kiçik olmalıdır 15-dən. Biz indi bu iki şərti ümumiləşdirək. Yəni bizim S1-imiz 13-dən böyük bərabər 15-dən kiçik. Yəni 13 ilə 14 ola bilər. İndi mən S1-im hansıydı? Baxıram, S1-im də odur ki, ilk 2 rəqəmdən sonuncu rəqəmi çıxıram. Aydındır? Deməli, mən variantlarda elə ədədə baxmalıyam ki, bu 2 rəqəmdən sonuncu rəqəmi çıxdıqda 13 və yaxud da 14 alınsın. İndi ən böyük dediyinə görə bir növ biz baxacağıq ki, burada 13-ü alaq da ən böyük olmaq üçün. Gəlin baxalım. 14-dən 4-ü çıxanda 10 eləyir. 44-dən 1-i çıxanda ümumiyyətlə çox böyük ədəd eləyir. 43 eləyir. Yəni bunların heç biri deyil. Bizə lazımdır ki, 13 və yaxud da 14 alınsın. 41-dən 4 çıxanda 37 eləyir. Bu da deyil. 14-dən 1 çıxanda 13 eləyir. Aha. 13 eləyir. Bizə də lazımdır 13 və ya 14 olsun. 11-dən də 4 çıxanda 7 eləyir. Deməli bu da deyil. Gördüyümüz kimi cavab olur D variantı. 14-dən 1-i çıxırıq, 13 eləyir və bizim şərtimizə uyğundur. Cavab olur 42-də D variantı. Növbəti suala keçək, 43-cü suala. Verilmiş variantlar üçün yenə də bizə verilmiş variantlar deyir. Yəni burada da variantlara baxacaq. A dəyişəninin daxil olunmuş hansı qiymətində proqram 243 ədədini çap eləyər? Aha, proqramın 243 ədədə çap olunması üçün N-imiz sonda 243 olmalıdır. İndi baxırıq. N-imiz birinci 1-dir. Dövrlərin sayını tapmalıyıq. Ümumiyyətlə proqramlarda, yəni Pythonda birinci maksimum yanaşmada biz çalışmalıyıq ki, bir şərtə baxaq ki, şərtimiz nə vaxt çıxır. Məsələn, bizim şərtimiz S-imiz nə vaxt böyük bərabər olacaq 15-dən, onda dövrdən çıxacaq. Bir də baxmalıyıq ki, bəs dövr sayımız neçə dəfə olub? Dövrlərin sayı. Bir də bunu tapmalıyıq. Gəlin indi bu dediklərimi tapmağa çalışalım və başlayalım tapalım. Deməli, sonda 243 çap olunması üçün mənim bu olsun S-im, S1 deyək lap buna. S1-imiz nədir? A faiz 10. Yəni faizdəki bölür 10-a qalığını tapır. Bu bizə nəyi verir? Sonuncu rəqəmin verir. A ədədinin, daxil edilmiş A ədədinin sonuncu rəqəmin verir. Sonuncu rəqəmi. İndi deyirəm, N-im 1-dir. Buna S1 dedim, S1 deyək. Bax, S1 kiçikdirmi 15-dən? Bəli. Onda S2 nə olur? S1 plus 3. N nə olur? N də olur
1 vurulsun 3, yəni 3. Keçdik 2-yə. İkinci dövrədə nə yazıram? İkinci şərtə. İkinci dövrə keçiddə şərti necə qoyuram? Bu while-dakı şərti. Artıq mən bu S1 kiçikdir, S1 üstə gəlsin 3 kiçikdir 15, yenə hə olur. Mənim S3-üm də olur. S1 üstə gəlinsin 6. Bu yazılışı ola bilər ki, başa düşməzsiniz. Bunu daha aydın yazın. Baxın, mənim S3-üm olur. S2 üstə gəlinsin 3. S2-nin də yerinə S1 üstə gəlinsin 3 yazıram deyə. S1 üstə gəlinsin 3. Üzərinə gəl 1 də 3. Bu da olur S2 üstə gəl 6. Baxın. S2 yox, daha doğrusu S1 üstə gəl 6. İndi N'im isə olur 3 vurulsun 3 bərabərdir 9. 3'ü vurdu 3'ə oldu 9. Keçir növbəti dövrəyə. Növbəti dövrədə S1 plus 6 kiçikdir 15. Burada da yenə də S4 bərabərdir S1 plus 9. N də olur 27. Baxın, bu formada davam eləyə gedirik. Amma bu nisbətən daha uzun formadır. Burada daha qısa formada bunu necə hesablayırıq? Dövrlərin sayını necə tapmalıyıq? İndi onu da göstərəcəm. Deməli, biz baxmalıyıq ki, bizim dövrəmiz neçə dəfə davam edir? Baxın, bu şərt olaraq bu formada gedə bilər. Doğru metoddur, amma uzun metoddur, uzun yoldur. Burada biz nə edirik? M bərabərdir, M vurulsun 3'dür. N'imiz 1'dir. Düzdür? Baxın, yazıram burada. M bərabərdir, 1 vurulsun 3. İndi mən sonda mənim N'min qiyməti nə olub? Bunu tapmaq üçün bunu belə yazmalıyam. Deməli, 3'ü hər dəfə dövrədə nə edir? N'i 3'ə vurur. Düzdür? 1'i 3'ə vurur. İndi mən bunun 3'ü K yaza bilərəm. 3'ü K bərabərdir 243'ə. 3'ü K'dan neçə olur? 243 də neçə eləyir? 3'ü 4, 81 olur. 3'ü 5. 3 birimi 3, 243. Aha, 3'ü 5 deməkdir. 3'ü K 243. Nəyə görə 3'ü K 243 yazdım? Çünki sonda 243 çap olunur. Deməli 3'ü neçə dəfə mən özünə vurmalıyam? Bu K dəfə. Bu bizim dövrlərimizin sayını versin bizə. K dəfə özünə vurmalıyam ki, sonda 243 çap olunsun. Buradan da K'nı tapıram ki 5. Deməli mənim dövrümün sayı 5 dəfə olub. Aydındır. İndi mənim dövrlərimin sayı 5 dəfə olubsa, gəlin belə baxalım. Mənim 5-ci dövrədə S-min qiyməti nə olacaq? Mənim 5-ci dövrədə S-im olacaq. S bərabərdir. S1 üstə gəl. 5 dövrədən sonra 3 vurulsun 5'dir də. Burada K deyə bilərəm. Çünki K dəfə dövr eləyəndə. 3 vurulsun 5. Yəni S1 üstə gəl 15. Düzdür? N'min qiyməti nə olacaq? N vurulsun 3'ü K, yəni 243. Aha. İndi mən 243 qiymətini burada aldım. 243 qiymətini aldıqdan sonra növbəti dövrədə şərtim ödənməlidir. Bu şərtim ödənməlidir. Xeyr, çünki gəlib 243 çap olunması üçün bu ödənməli deyil. Yəni mən burada S1 plus 15 kiçikdirmi 15'dən yazanda artıq burada yox olmalıdır. S1'im də böyük olmalıdır. Nədən? 15 çıxılsın. Böyük bərabər olmalıdır. 15 çıxılsın 15, yəni 0'dan. Bu mənim S1'imin ən kiçik qiymətinin şərtidir. İndi mən bunun ən böyük qiymətinin şərtini necə tapmalıyam? Bir dövr əvvələ qayıtmalıyam. Bir dövr əvvəldəki şərtə baxmalıyam. Yəni mənim K'm 5 idi, mən 5 dövrə baxdım. İndi bir dövr əvvələ qayıtdıqda K'nın 4 qiyməti ilə hesablamalıyam. K'nın 4 qiymətini qoyduqda bura S'imiz nə idi? S bərabərdir S1 plus 3K. N'imiz də bərabərdir N vurulsun 3'ü K. K'nın 4 qiyməti ilə hesabladıqda bizim S'imiz olur S1 plus 12. N'imiz də olur 81. İndi mən bu şərti, baxın, bu şərti burada qeyd eləməliyəm. Deməli, bu bizim həminki sonuncu 5-ci dövrümüzdür. 5-ci dövrdən əvvəlki, buna deyək 4-cü dövr. 4-cü dövrədə mən şərtim necə olur? Deyirəm ki,
S1 plus 12 böyükdür 15'dən. Böyükdür yox, daha doğrusu burada kiçikdir. Kiçikdir 15'dən. S1 plus 12 kiçikdir 15'dən. Buradan da S1 kiçikdir nədən? 15 çıxılsın 12 3-dən. Deməli mən S1-imə 2 dənə şərt tapdım. 1 0-dan böyük bərabər, bir də 3-dən kiçik bərabər. Bunu ödəyən qiymətlər hansılardır? 0, 1 və 2. Deməli mənim S1-im 0, 1, 2 olmalıdır. İndi gəlirik nümunədəki bura. Yəni koddakı tapşırığa. S1-im nə idi? A-nın 10-a bölünməsindən alınan qalıq. Yəni ədədin 10-a bölünməsindən alınan qalıq onun sonuncu rəqəmidir. Yəni mənim S1-im sonuncu rəqəmdir. Sonuncu rəqəmi mən daxil etdiyim ədədin sonuncu rəqəmi hansılar ola bilər? 0, 1 və 2. İndi variantlara baxırıq. Sonuncu rəqəmi 0 olsun, 1 olsun və ya 2 olsun. Bunlardan başqa olmaz. Burada 3 var deyə olmur. Burada ikisi də 5'dir. Bunlar da olmur. Burada 3'dür. Bu da olmur. Burada da 3 var. Bu da olmur. Burada ikisi də 2'dir və bizdə də lazımdır 2 olsun. Cavab olur ona görə Y variantı. Burada yenə deyirəm, bu formada, uzun formada davam edə bilərdik, amma çalışmalıyıq ki, daha qısa form ilə hesablayaq. 43-də olur Y variantı. Daha sonra 44-cü suala baxalım. Verilmiş variantlar üçün A dəyişəninə klaviaturadan hansı natural ədəd daxil edilərsə, proqram ən kiçik qiymət çap edər. Yenə bizə verilmiş variantlar deyir. Baxın, A dəyişəninə bir qiymət daxil edirik. Amma S-imiz nə olur? Bizim S1-imiz nə olur? Həmin ədədin tam hissəsi. Həmin ədədin tam hissəsini götürür bizə. Yenə də biz nə etməliyik? Burada bizə N-in qiymətini verməyib, sonda nə çap olunacaq verməyib, bayaqki sualdan nisbətən fərqlənir. S-imizi hər dəfə toplayır, 2-2 artırır, N-imizi də 2 dəfə artırır və bizə deyir ki, A dəyişəninə daxil edilərsə, proqram ən kiçik qiymət çap edər. Ən kiçik qiymət çap edər. Maraqlı sualdır. Gəlin baxalım. Deməli, deyirəm ki, ən kiçik qiymət çap etməsi üçün gəlin ümumiyyətlə birinci baxalım proqram nə iş görür. Proqrama bir ədəd daxil edirəm. Məsələn, x, y, z. S1-imiz nə olur onda? X, y olur. Yəni ilk 2 rəqəm olur. N-imiz 1-dir. Sonra mən bu S1-in üzərinə S1-i 45 ilə müqayisə edirəm. S1-in üzərinə 2 gəldikdə S bərabərdir. S1 üstəgəl 2. S1-in üzərinə 2 gəldikdə N-imiz neçə olur bizim? 1 vurulsun 2. Sonra ən kiçik mənə də deyir ki, ən kiçik qiyməti çap eləsin. Ən kiçik qiymət çap eləməsi üçün elə dövrü mən bir dəfə işlədərəm. Deyərəm ki, qoy 2 olsun da. Aydındır. Deyərəm ki, bir dəfə işlədim, elə 2-ni çap eləsin. İndi mən burada N2 yazdım. İndi 2-nin çap olunması üçün mən nə qoyaram? Hansı şərti yazaram? Deyərəm ki, artıq S1 plus 2 kiçikdir 45-dən yox. Yəni kiçik olmasın. Yəni S1 plus 2 nə olsun? Böyük bərabər olsun 45-dən. Aydındır. Bir bu şərti qoyaram. Digər şərtindəki bir dövr əvvəlki şərtimlə gedərəm. Yenə də baxın, bayaqki nümunədə də həminki qayda var. Ya deməli, həmişə bir şərtin dövrdən çıxdığı halına baxırıq. Bir də bir dövr əvvələ qayıdırıq. Yəni bizim 2 dənə şərtimiz var. S1 plus 2 böyükdür 45-dən. Burada da deyirik ki, S1 böyük bərabərdir 43-dən. Bir də əvvəlki şərtimiz var. S1 kiçikdir nədən? 45-dən. Deməli, bizim bu şərtimiz ola bilər. İndi başqa formada davam eləsək, baxarıq ki, buradan bu qiymət ola bilər. Bundan da əvvəldə belə deyək də, hansı ola bilər? Məsələn, deyə bilərsiniz ki, müəllim, N-in yerinə heç 1 yox, N-in yerinə 1 yox. Daha doğrusu 2 yox, 2 çap olunmasın, 1 çap olunsun. Bunu necə deyə bilərik? Bu da doğru qaydadır əslində, bu da ola bilər. İndi ona da baxacağıq, ona da uyğun bir şey deyəcəm. Nəysə, biz S-imiz üçün şərtlər tapdıq. 43-dən böyük olsun, böyük bərabər olsun, 45-dən kiçik. Variantlara baxırıq ki, S1-imizin bu aralıqda olduğu varianta. Burada 14-dür.
Baxın, bizim S1-imiz dedim nədir? İlk 2 rəqəm. Ona tam bölünmədən alınan ilk 2 rəqəm. Burada 14-dür, olmur. Burada 34-dür, olmur. Burada 43-dür. Aha, baxın, 43 mən də demişdim ki, 43-dən böyük bərabər olsun. Deməli bu ola bilər. Burada 41-dir, xeyr. Kiçikdir, burada da 31-dir, xeyr. Aydındır. Deməli, burada olur artıq C variantı. Bayaq dediyimi isə gəlin baxaq, görək o qayda ola bilərmi? Dediyim nə idi orada? Deməli, deyirəm ki, ola bilərmi ki, heç bizim dövrümüz işləməsin, yalnız və yalnız 1-i çap eləsin ekrana. Gəlin baxalım. Məsələn, dövrümüz heç işləməsə, bu şərt ödənməlidir, xeyr. Olsun, məsələn, necə? S böyük bərabər olur 45-in. Avtomatik ödənməsin də. Məsələn, biz o qədər böyük ədəd daxil edirik ki, o 45-dən böyük olur. Dövrümüz heç vaxt işləmir və bizə gəlib sonda 1-i çap eləyir. Yəni, bu da ola bilər. Çünki bizə deyir, ən kiçik qiyməti çap etsin. Bunda artıq bizim S-imiz nə olmalıdır? 45-dən böyük bərabər olmalıdır. Düzdür? Amma variantlara gəldikdə görürük ki, burada 45-dən böyük bərabər olan hər hansısa bir cavab yoxdur deyə. Yəni, 43, ən böyüyü 43-dür. O da 45-dən böyük deyil. Ona görə biz artıq dövrü bir dəfə işlədirik. Yəni, ikinci dəfə n-in 2 qiyməti üçün çalışırıq proqramı işlədək. Aydındır? Və bizə burada verilmiş variantlar deyir deyə, biz ona görə variantlarda verilmiş qiymətlərlə işləyirik. Yəni, hər hansısa biriniz deyə bilərsiniz ki, müəllim, olsun ki, n-in bir qiyməti 2-dən kiçikdir, mən 1-i çap etdirmək istəyirəm. Doğrudur. Sadəcə variantlarda, bizə sualda deyir ki, variantlarla işləyin. Ona görə biz belə deyək, n-in 2 qiyməti ilə işləyirik. Nəysə, 44-cü sualda olduğu C variantı. Keçirik 45-ci suala. Verilmiş variantlar üçün A dəyişəninin daxil olunmuş hansı ən kiçik qiymətində proqram 64 ədədin çap edər? Verilmiş A dəyişəninin daxil olunmuş hansı ən kiçik qiymətində proqram 64 ədədini çap edər? Baxırıq burada. Deməli, 64-ün çap olunması üçün bizim bu yazılış ümumiyyətlə nədir, nə deməkdir? Mən bir x, y, z ədədi daxil etsəm, nə alınır buradan? S1-imiz nə olar? Sonuncu rəqəmdən, yəni z-dən çıxaram nəyi? X, y. Bu yazılış bu deməkdir. Aydındır. İndi n-imiz 1-dir. S-imiz kiçikdir 20-dən. Aha. S plus 7, n vurulsun 2. Mən bayaq dediyim kimi, dövrlərin sayını tapmalıyam birinci. Dövrlərin sayını. Dövrlərin sayını tapmaq üçün, necə dedim, n-in birinci 1 idi. 1-i mən hər dəfə 2-yə vururam. Yəni, 2 üssü neçəyə vurmalıyam ki, 64 eləsin. Bunu tapmaq üçün 1 vurulsun 2 üssü k. Sonda da nə çap olunub? 64 çap olunub. Deməli, sonuncu qiymətimiz 64-dür. 2 üssü k 64-dürsə, buradan da k-mızı tapırıq ki, k-mız da bərabərdir 6-ya. Doğrudur. Deməli, k bizim nəyimizdir? Dövrlərin sayı. Dövr sayımız 6-dır. Biz 6-nı tapdıq. İndi bəs, gəlin, baxalım burada. S-imiz neçə olacaq bizim? 6 dövr sonra S-imiz neçə olacaq? 6 dövr sonra S-imiz olacaq. S bərabərdir. S1 plus 7 vurulsun K-ya. Yəni, K bizim dövrlərimizin sayıdır. Bir növ belə deyək. Baxın, K dövr sonra bizim qiymətimiz olur belə. 7 dövr sonra isə S1 plus 7K. S-imiz də olur S1 plus 6, 7-nin 42. Alırıq bunu. 7 dövr sonra bizim qiymətimiz olur bu. 7 dövrdən sonra bu şərt ödənməlidirmi? Xeyr, ödənməli deyil. Yəni S1 plus 42 nə olmalıdır? Kiçikdir 20-dən. Baxın, bu şərt ödənməli deyil. Kiçikdir 20-dən? Xeyr. Yəni S1 plus 42 böyük bərabər olmalıdır 20-dən. Buradan da deyirik ki, S1 böyük bərabərdir neçədən? Mənfi çıxdıqda neçə edir? Mənfi 22. Bu bizim oldu ən kiçik qiymətimiz. İndi ən böyük qiymətini tapmaq üçün nə edirdik? Bir dövr əvvələ qaydırıq. Baxın, yadınızdan çıxarmayın. Bir dövr əvvələ baxırıq. Bir dövr əvvələ baxırıq. Deməli, bir dövr əvvələ baxan zaman mənim K-m 6 idi.
6 dövrlə hesabladım. Bir dövr əvvələ baxdıqda k-nı neçə götürəcəm? 5. K-mız olacaq 5. İndi bayaq yazmışdım ki, S bərabərdir S1 plus 7 vurulsun K-ya. 7 vurulsun K-da. K-nı 5 yazanda nə olur? S bərabər olur. S1 plus 7 vurulsun 5, yəni 35. İndi burada bu şərti nə ilə müqayisə edirəm? Kiçikdir 20 ilə. Yəni S1 plus 35 kiçikdir 20-dən. Baxın, bu şərt ödənməlidir ki, sonuncu dəfə dövriyyə girsin. Baxın, burada məntiq nədir? Nədən ibarətdir? K-mız 5 ola 6 dəfə işləyib. Dövrümüz bizim 6 dəfə işləyib. Mən 6 qiyməti ilə yoxladım. Aha, bunu tapdım. İndi mən bir dövr əvvələ qayıdıram. 5-ci dövrlə. 5-ci dövrlə hesablayanda mən artıq bunu əks qiyməti ilə götürmürəm də. Yəni elə şərti olduğu qiymətlə götürürəm. Yəni kiçikdir 20 ilə. Burada nə vermişdi? Baxın burada. 10 ilə götürürəm. Axırıncı dövrdə fikir verdiniz, işarəni əksi ilə götürdüm. Baxın, baxın burada işarəni əksi ilə götürdüm. Fikir verdi. Çünki sonuncu dövrdür. O şərt ödənməli deyil. Amma burada olduğu kimi, yəni kiçik idi, kiçikdir. Bir dövr əvvələ qayıtdıqda olduğu kimi hesablayırıq. Və S1 kiçik olmalıdır nədən? 20 çıxılsın 35 eləyir -15. Deməli biz S1-imiz üçün aralıqlar tapdıq. -22-dən böyük olmalıdır, -15-dən kiçik olmalıdır. -22-dən böyük olmalıdır, -22-ni alır, amma -15-i almır, alır nəyi? -16-nı. Aydındır. Bizə nə deyir? Hansı ən kiçik qiymətində? İndi mən bir-bir burada baxmalıyam variantlara, çünki bizə verilmiş variantlar üçün deyir. Mənim sonuncu rəqəmimdən əvvəlki 2 rəqəmi çıxanda alınan ədədim -22, -16 aralığında olsun. 52-dən 6 çıxanda, daha doğrusu 6-dan 52 çıxanda neçə eləyir? 6-dan 52 çıxanda 46 eləyir deyəsən. Bu -46 daha doğrusu. -46 eləyir. Bu aralıqda deyil. Ona görə A variantı deyil. 9-dan 52 çıxanda eləyir -43. Bu da o aralıqda deyil. 6-dan 25 çıxanda eləyir -19. Bəli, -19 bizim bu aralığımızdadır. Ona görə cavab olur C variantı. Digərlərini də yoxlasaz görərsiniz ki, heç biri bu aralıqda deyil. Ona görə 45-ci sualda olur C variantı. Daha sonra baxırıq 46-cı suala. Python dilində yazılmış proqramın bizdən yenə təyinatını istəyir. Bir ədəd daxil eləsək, gəlin baxaq, ümumi bir kodumuza göz gəzdirəyin. Bir ədəd daxil eləyirik. Bu ədədə bizə bir boş sətr verib və bizə bir dəyişən verib, st dəyişəni. Bu st dəyişəndə 0-dan f-ə qədər nələr var? Bir kodlar var, simvollar var. Fikir versəz görərsiniz ki, bu kodlar nədir? 16-lıq say sisteminin simvollarıdır. Aydındır. İndi bizə bir dövr verib. Deyir, nə qədər ki, n-imiz böyükdür 0-dan, siz n-i 16-ya bölün, k-ya mənimsədin. Yəni, k-mız olur 16-ya bölünən qalıq, n-imiz də həmişə 16-ya bölünür. Sonra həmin ədədi st-k-nı üzərinə s-i gəl. Deməli, gəlin artıq yəni baxdıqda ilk səfərdən bizə az da olsa bir məlum olur nəsə. Amma gəlin bunun işləməyinə baxalım. N-ə bir ədəd daxil eləyək. Məsələn, daxil eləyək neçə? Olsun 35. N-imiz oldu 35. 35 böyükdürmü 0-dan? Bəli. K-mız olur nə? 35-i 16-ya böləndə qalıq neçə olur? 35-i 16-ya böləndə qalıq olur 33. N-imiz də neçə olur? N-i 35-i 16-ya bölündə tam hissə olur 2. İndi S bərabərdir. ST-K. ST-K nə deməkdir? K-nı yerinə 3 yazsaq burada. ST3, burada da indeksləsək 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 və 15. Üçüncü element, ST-nin üçüncü elementi hansıdır? Elə 3-dür. ST-nin üçüncü elementi 3-dür.
Sətr içində 3, üstə gəlsin boş sətr. Bu da bizə nəyi verir elə? Sətirləri toplayanda birləşir. Bu da olur elə 3. Keçirik ikinci dövrəyə. 2'miz böyükdürmü 0-dan? N'imiz 2 idi axı. 2'miz böyükdürmü 0-dan? Bəli. Onda K'mız nə olur? 2 bölünsün 16. 2'ni 16'ya böləndə qalıq elə 2 olur. N'imiz nə olur? 2 bölünsün 16 tam hissəsi artıq olur 0. S'imiz də olur ST2, K'mız 2-dir axı. ST2, ikinci elementimiz elə 2-dir. Üzərinə gəlirik nəyi? Üzərinə gəlirik S. S'imiz də 3 idi. Dırnaq içində 3. Buradan da birləşirlər, olur 2, 3. Sətr tipində 2, 3. İndi 0 böyükdür 0-dan yox, artıq dövrdən çıxır, gəlir S-i çap edir. S'imiz də 2, 3 olur. İndi 35'i daxil elədik. Biz aldıq 2, 3. İndi mən deyirəm ki, bu kod daha doğrusu 16'lıq say sisteminə çevirən koddur. Biz indi 35 onluq ədədini 16'lıq say sisteminə çevirmək üçün nə edərik? İstənilən bir ədədi say sistemindən xatırlayağın, istənilən bir ədədi onluq say sisteminə çevirmək üçün onu həmin say daha doğrusu istənilən onluq say sistemində olan ədədi digər say sisteminə çevirmək üçün həmin say sisteminin əsasına bölə-bölə gedərik. Deməli, bölsək 2 16 32 daha doğrusu 3, cavabımız da olur 2 3. Gördük ki, həqiqətən də biz 35'i 16'lığa çevirəndə də elə 2 3 alındı. Yəni bu ədədin kodu 10'luq ədədi 16'lıq say sisteminə çevirir. Daxil edilmiş natural ədədi 10'luq say sistemindən 16'lıq say sisteminə keçirir. 46-cı sual oldu C variantı. Daha sonra 47-ci suala baxalım. Verilmiş variantlar üçün, yenə də bizə verilmiş variantlar üçün deyir. A dəyişəninə klaviaturadan hansı natural ədəd daxil edilərsə, proqram ən böyük qiyməti çap eləyər. Aha, A dəyişəninə klaviaturadan hansı natural ədəd daxil edilərsə, proqram ən böyük qiymətini çap edər. Deməli, baxaq. Proqramımız nə iş görür? Sonuncu rəqəmlə əvvəlki 2 rəqəmi toplayır. Yəni, mən bir x, y, z ədədi daxil eləsəm, nə edəcək bu? Sonuncu rəqəmlə, yəni z-lə nəyi toplayacaq? X, y-i toplayacaq. Deməli, bu olursun bizim S1'imiz. S1'imiz kiçikdir 75'dən, hə. Hər dəfə S1'in üzərinə nə gəlir? Baxın, S1 kiçikdir 75'dən, hə. Hər dəfə S1'in üzərinə 4 gəlir. N'imiz də olur nə? Əvvəl 1 idi, N'imiz də olur 2. Biz bilmirik bu dövr neçə dəfə davam edir. Aydındır. Bunu bilmirik. Buna indi K yaza bilərik. Düzdür, bu bizə heç nə verməyəcək. 200 K deyək buna. Heç nə verməyəcək bu bizə. Amma burada belə baxmalıyıq ki, mən daxil edilmiş 3 rəqəmli ədəddən, 3 rəqəmli olduğunu hardan bilirəm? Variantlardan. Çünki bizə deyir verilmiş variantlar üçün. Daxil edilmiş elə bir ədəd olmalıdır ki, bunun sonuncu rəqəminlə daha doğrusu ilk 2 rəqəmin toplayanda ən kiçik olsun ki, bunun üzərinə 4'ü gələndə çoxlu 4 gəlimdə belə deyim ki, dəfələrlə 4 gələ bilim, hər dəfə dövrümüz işləsin bizim, hər dəfə baxın bu dövrümüz işləsin, mən onun üzərinə 4 gəlim. Burada artıq hər bu dövr işlədikcə də N-i 2'yə vururuq axı, N-in də ən böyük qiyməti çap olunsun. Fikrimi izah eləyə bildiyim, gəlin variantlar üzərində göstərim. Deyirəm ki, mən bu ədədləri toplayan zaman 84'ün üzərinə məsələn 6 gəlirəm, eləyir 90. 90 kiçikdir 75'dən yox. Şərt ödənmir deyə gəlir N'in 1 çap olunur. Deməli A deyil. 68'in üzərinə 4 gəlirəm, neçə eləyir? 72. 72'nin üzərinə bir dəfə 4 gələcəm. Olacaq 76, N'im də olacaq 2, sonra 76 kiçikdir 75'dən yox. Gəlib 2 çap olunacaq. Yəni, mən artıq burada elə bir ədəd tapmalıyam ki, elə bir rəqəm, ədəd daxil etməliyəm ki, bunun cəmi ən kiçik olsun. Ən kiçik olsun ki, mən onun üzərinə dəfələrlə 4 gəlim və bu dövr işlədikcə də hər dəfədə mən N-i 2'yə vura bilim. Baxaq indi, 62'nin üzərinə 4 gələndə eləyir 66, 46'nın üzərinə 8 gələndə eləyir 50.
4, 42-nin də üzərinə 6 gəndə eləyir 48. Görürük ki, ən kiçiyi bunların içərisində hansıdır? Elə 48. Ona görə də cavabımız olur Y variantı. Həqiqətən də 48 kiçikdirmi 75-dən? Bəli. S-imizin üzərinə 48 üstə gəlsin 4 eləyir 52. N-imiz də olur nə? 2. Bunu bir neçə dəfə davam elətdirib görərik ki, N-in ən böyük qiyməti yalnız burada. Y variantındadır. Yəni 426 qiymətində alınır. 47-ci sualda olur Y variantı. Sonra baxırıq 48-ci suala. Bizdən nə istəyir 48-ci sualda? Deyir ki, verilmiş Python kod fraqmenti hansı ardıcıllıqla düzülərsə, gəlin baxalım burada. Verilmiş Python kod fraqmenti hansı ardıcıllıqla düzülərsə, proqram daxil edilmiş natural ədədin rəqəmlərinin sayını çap edər. Aha, rəqəmlərin sayını çap edir. Mən bunun üçün nə etməliyəm? Birinci bir ədəd daxil etməliyəm. Yəni başlayıram 2 ilə. Int input. Ədəd daxil elədim. Ədəd daxil edəndən sonra mən nə verməliyəm? Saymaq üçün nəsə bir dəyişən daxil eləyərəm də. S. Yəni 2-dən sonra 6. Düzdür? 2-dən sonra saymaq üçün nəsə verdim. Sonra bir şərt verərəm. Dövr şərti. While-i verərəm. 1. While-dan sonra hər dəfə n böyükdürsə 0-dan, nə edərəm mən? N-imi sonuncu rəqəmin götürərəm. Yəni 2, 6, 1, 5. Sonra S-i sayaram 1, 1. Buna 4 deyərəm. S-i sayaram. Sonunda da nəyi çap eləyərəm? 3-ü. Baxın, bunları qabağına, indi 2, 6, 1, 5, 4, 3 yazdım. Mən burada verilən kodları qarşısına qoyub, 1, 1, bir ədəd daxil edib yoxlamaqla görərsiniz ki, tam doğru işləyir. Aydındır. Yəni cavabımız olur 2, 6, 1, 5, 4, 3. Tam doğru işlədiyini görə bilərsiniz. 48-ci olur C variantı. Daha sonra 49-cu suala baxalım. A dəyişəninin hansı ən kiçik qiymətində 64 dəyəri çap olunar? Aha. A dəyişəninin hansı ən kiçik qiymətində, tam qiymətində 64 dəyəri çap olunar? Gəlin baxalım. Bizə nə verib? A-mız deyir böyükdür B-dən. A-mızı bilmirik də nədir? Buna bir A1 deyək. Daxil elədiyimiz birinci A. A1 böyükdür B-dən. Bəli, böyük olub ki 64 çap olunub da. B-mizin də birinci qiyməti nədir? 36-dır. A-mız nə olur? A çıxılsın 2. B-miz nə olur? 36 plus 4, 40. İndi nə edirik? A1 çıxılsın 2. Böyükdür 40-dan. Bu 36-dır da, buna 36 deyək. Birinci B-miz 36 idi. Bəli, yenə böyükdür. Onda A1, bu A2-dir, bu A3-dür. A3-ümüz nədir? A2 çıxılsın. Daha doğrusu A1 çıxılsın 4. Buradan da B-miz də olur 44. Bu formada gedir. İndi biz bunu neçə dəfə dövr eləmək üçün, necə baxırdıq? Gəlin, baxaq, bu şərt elə burada qalsın. Deməli, bir dəqiqə. Deməli, neysə, elə burada baxalım. Deyirəm ki, A-mızın neçə dəfə dövr eləməsi üçün biz burada K-nın dövrlərin sayını yenə yazaram. A vurulsun 2K. B də bərabərdir. B üstünsün 4K. Belə bir gedişat yazıram. Artıq baxın. İndi burada bunu qoyaq bir qırağa. Bu heç. Bunu saxlayaq. Bunun bir fikir olaraq nümunə üçün yazırdım o formada. Daha sürətli metodu belədir. A çıxılsın 2K. B-miz də bərabərdir. B plus 4K. Bizim B-də sonda hansı qiymət çap olunub? 64 çap olunub. Deməli, 36 üstə gəlinsin 4 vurulsun K. Sonda nə olub? 64 olub. 4K bərabərdir. 64-dən 36 çıxanda neçə eləyir? 4-dən 6, 14-dən 6, 8, 5-dən 3, 2. 28. K da bərabər olur nəyə? 7-yə. Deməli, biz tapdıq ki, bizim dövrümüzün sayı 7 dəfə olub. K-mız 7-dir.
Aha. K'mız 7-dirsə, bəs bizim A'mızın sonuncu qiyməti nədir? A'mız da bərabərdir. A bərabərdir. A1 çıxılsın 2 vurulsun 7, yəni 14. Yəni belə deyək də 14. Bir dəfəmlik yazaq. Aha. A bərabərdir. A1 çıxılsın 14. B'miz də olur nə? B'miz də olur 36 plus 28, yəni 64. Baxın, sonda gəlirik, B'miz də olub 64. Sonda gəlirik biz. Bu A ilə B-ni müqayisə edirik. Baxın, A ilə B-ni müqayisə edirik. A-mızla B-mizin qiymətləri nədir? A-mız A1 çıxılsın 14 böyükdür 64-dən. 7-ci dövrdə bu artıq ödənməli deyil ki, gəlsin 64 çap olunsun. Aydındır? Bu artıq ödənməli deyil. Gəlib 64 çap olunması üçün. İndi mən burada deyirəm ki, A1 kiçikdir 14 ödənməli deyil. Yəni kiçik bərabər olmalıdır. Bunun əksi. Yəni xeyr olmalıdır da. Bunun əksi olmalıdır ki, kiçik bərabər olsun 64-dən. A1'imiz də kiçik bərabər olur nədən? 78-dən. Bu mənim olduğu ən böyük qiymət. İndi ən kiçik qiyməti tapmaq üçün, yəni digər bir qiyməti tapmaq üçün hansı dövrlə getməliyəm? 6-cı dövrdən. Yəni K'nın 6 qiyməti ilə baxmalıyam. 6-cı dövrlə. 6-cı dövrlə baxanda A'mız nə idi bizim? A1 çıxılsın 2K. Buradan da nə olur A'mız? A1 çıxılsın 12. B'miz nə olur? B'miz də olur B plus 4K, yəni B plus 4K. B'miz də nə idi? B bərabərdir. 36 plus 4 altın 24. Bu da eləyir 60. Baxın, bizim indi deməli A'mızın qiyməti olur A1 minus 12, B'mizin də qiyməti oldu 60. İndi mən burada yazıram ki, A1 minus 12 kiçikdir 60-dan, kiçik yox, daha doğrusu burada böyükdür. Böyükdür 60-dan. Bu şərt ödənib ki, dövrə girib də, 6-cı dövrə girib. Burada da deyirəm ki, bəli, A1 çıxılsın 12 böyükdür 60, A1 də böyükdür nədən? 72-dən. Aydındır? A1'imiz də böyükdür 72-dən. İndi mənim A1'imin olduğu aralıqlara baxın. A1'in olduğu aralıq 78-dən kiçik bərabər, 72-dən böyük. Yəni, ən kiçik tam qiyməti neçə olur A-nın? 73-dən başlayır da, 72-dən böyük olsun. Ən kiçik qiyməti 73-dən başlayır. Cavab ona görə olur 49-da Y variantı. Amma ən böyük qiyməti desəydi, biz deyərdik ki, 78. Deməli, cavab 49-da olur Y variantı. İndi keçirik 50-ci suala. Bizdən yenə də Python ilə yazılmış proqramın nəticəsini istəyir. X-imiz 37, K0. Deməli, baxaq buradan nə istəyir bizdən. Həmişə 37 böyükdür 0-dan. Aha, X-imiz bərabər nəyə? 37 çıxılsın, 37-dən ona bölünən alınan qalıq 7-yə. X-imiz olur nə? Olur 30. Deyir, əgər 30-u 10-a böləndə qalıq 0 olursa, X-imiz olsun nə? 1. X olsun, çıxılsın 1-də, yəni 29. Bu ödəyir deyə bu şərt true olur. X-imiz olur 29. K-mız da hər dəfə nə olur? K-mız da oldu 1. Keçdik ikinci dövrəyə. İkinci dövrədə X-imiz neçə idi bizim? Sonda 29 idi. 29 böyükdür 0-dan, bəli. X-imiz nədir? 29 çıxılsın 9. 29 çıxılsın 9, yəni 20. 20-ni 10-a böləndə qalıq 0 olur, bəli. Onda X-imiz olur 19. K da oldu 2. Daha sonra 19 böyükdür 0-dan, bəli. X-imiz olur 10 çıxılsın 19 çıxılsın 9, X-imiz olur 10. 10-u 10-a böləndə qalıq 0-dır. Bəli, onda X-imiz olur 9. K-mız da olur 3.
Keçirik növbəti dövrə. 9 böyüdür 0-dan. Bəli. X bərabərdir. 9 çıxılsın. 9, 0. Deməli, 0 10-a böləndə qalıq 0 olur. Bəli. X-imiz də olur. 0 çıxılsın 1, -1. K-mız da olur. Plus 1, 4. İndi X-imiz oldu -1. -1 böyükdür 0-dan. Xeyr. Gəlir K-nı çap edir. K-mız oldu 4. 4 qiyməti çapa gedir. Cavab olur 50-ci sualda A variantı. Daha sonra gəlin baxalım 51-ci suala. Proqramın icrası zamanı x dəyişənin hansı ən böyük natural qiymətində? Proqramın icrası zamanı x dəyişəninin hansı ən böyük natural qiymətində? Proqram əvvəlcə 3, daha sonra isə 2 qiymətini çap edir. Gəlin baxaq. Bir ədəd daxil edib bizdə. A 0-dır, B 0-dır. X nə qədər ki 0-dan böyükdürsə, x-i yoxlayır. Əgər x cütdürsə, neyniyir? X-i bölür 2-yə, qalığın verir C-yə, belə deyək. Yəni C cütdürsə A-nı bir vahid artırır. Təkdirsə B-ni bir vahid artırır. Sonda da bunu bölür nəyə? 8-ə. Baxın, maraqlı hissəsi burasıdır ki, bunu 8-ə bölür. Bu 8-ə bölmə bunu göstərir ki, baxın, bir şey deyim say sistemlərindən. İstənilən bir onluq ədəddən 8-i say sisteminə keçmək üçün nə edirdik? 8-ə bölə-bölə gedirdik. Düzdür? Məsələn, 125-i 8-i say sisteminə çevirmək üçün 8-ə bölə-bölə gedirəm. Burada nə edib bəs? Burada da 8-ə bölə-bölə gedib. Deməli, mənim bu Python kodum bu ədədi 8-i say sisteminə çevirə-çevirə gedir. Aydındır? Özü üçün yəni 8-likdə hesablaya gedir. İndi bizə burada deyir ki, birinci 3 çap olunub, sonra 2 çap olunub. Baxırıq, burada da birinci A-dır. Deməli, A-mız 3-dür. B-miz nədir? 2-dir. Aydındır? A-mız 3-dür, B-miz 2-dir. İndi baxırıq ki, A-mız nə vaxt 3 ola bilər? A-mızın 3 olması üçün bura 3 dəfə işləməlidir. 3 dəfə işləməlidir. B-mizin 2 olması üçün bura LSEG tərəf 2 dəfə işləməlidir. İndi baxıram, nə vaxt işləyər bura 3 dəfə? Bax, bu C 3 dəfə nə vaxt işləyər? Cüt olanda. C cüt olanda 3 dəfə işləyər. Bəs C nə vaxt, nədən asılıdır C-nin cüt olmağı? X-dan. X-ım 2-yə bölünərsə, X 2-yə bölünərsə, yəni cüt olarsa, gələr 3 dəfə işləyər A-mız. B-miz isə 2 dəfə işləyər. Buna ümumi belə bir şey deyək. Baxın, bizim daxil etdiyimiz ədəd görürük ki, neçə rəqəmli olmalıdır? 3 dəfə A işləyibsə, 2 dəfə B olubsa, deməli bu 5 rəqəmli ədəd olub. Deməli bu 5 rəqəmli ədəd olub. Niyə görə? Baxın, A-mız hər dəfə 8-ə bölə-bölə gedirik. Baxın, bir ədəd daxilləsəm. A, B, C, D, Y. Bu ədədi hər dəfə 10-a böləndə, tam hissəsini 10-a böləndə nə olur? Bir dəfə Y gedir. Sonra gəlib həmin ədədi 10-a böləndə bir dəfə D gedir. Bir dəfə C gedir, bir dəfə B gedir, axırda qalır A. Axırda A da gedir, tək qalır 0. Düzdür? İndi burada da 8-ə böləndə həmişə sonuncu rəqəmi 8-ə bölünür, gedir. 8-ə bölünüb gedir. İndi mən deyirəm ki, A bərabərdir A plus 1. Bu 3 dəfə buranın işləməsi üçün mənim 3 dənə rəqəmim gedib. 2 dəfə də buranın işləməsi üçün 2 dəfə də sonuncu rəqəmim gedib. Ümumi deməli mənim 5 dənə rəqəmim olub. Mən ona görə baxın burada 5 dənə yer qoyuram. Rəqəm yeri qoyuram da, simvol yeri qoyuram. İndi deyirəm ki, bizə deyir ki, baxın, artıq biz elə bir ədəd tapmalıyıq. Buradan belə deyim. 8'li say sistemində olan, 8'li say sistemində olan bizə nə deyir? Hansı ən böyük natural qiymətində? Ən böyük. Biz 8'li say sistemində ən böyük
5 rəqəmli ədəd yazmalıyıq. 5 rəqəmli ədəd yazmalıyıq ki, bunun da 3 rəqəmi nə olsun? Baxırıq hansı şərtdə? A-mız hansı şərtdə işləyir? C bərabərdir 0. 2-yə bölür. 2-yə böləndə 0 və yaxud da 1 qalır da qalığımız. 0 olsa cütdür deməli. A işləyir. 1 olsa deməli təkdir B işləyir. Deməli 3 dənə bizim 5 rəqəmli elə bir ədəd yazmalıyıq ki, bunun 3 rəqəmi cüt olsun. 3 rəqəmi cüt, 2 rəqəmi də tək olsun. Amma ən böyük, baxın, amma ən böyük ədəd yazmalıyıq. Deməli, 8-ci say sistemində 5 rəqəmli ədəd yazmalıyıq. Bunun 3 rəqəmi cüt olsun, 2 rəqəmi tək olsun. 8-ci say sistemində rəqəmləri bilirsiniz, 0-dan 7-yə qədər. İndi ən böyük olması üçün 7-ləri mən başa qoyuram, təkləri. 7, 7. 3 rəqəmi də cüt olması üçün digərlərin də cütləri, ən böyük cütlərimiz də 6-dır da. Ən böyük cütlərimizi də belə yazaram. Bu ədədimiz olur bizim 8-ci say sistemində. 8-ci say sistemində 7, 7, 6, 6, 6. Yəni 77, 666. Bu olur bizim 8-ci say sistemində ən böyük 3 rəqəmi cüt və 2 rəqəmi tək olan ədədimiz. İndi daha sonra nə edirik? Həmin bu ədədi çeviririk nəyə? Baxın, bu ədədi çeviririk onluq say sisteminə. Çünki biz buna daxil eləyəndə birinci onluqda daxil edirik. Bu 8-ə bölə-bölə, bax burada. 8-ə bölə-bölə onu çevirir bu 8-li say sisteminə. Baxın, niyə ona onluq say sisteminə çeviririk? Yenidən deyirəm. Mən daxil eləyəndə buna onluq ədəd daxil edirəm. Onluq say sistemin ədədi. Bu 8-ə bölə-bölə burada. Onu gətirir, çevirir bu hissəyə, bax buna. Ona görə mən bu ədədi çevirməliyəm onluğa. Gəlin çevirək. Neyniyərəm? İndeksləyirəm 0, 1, 2, 3, 4. Yazaram 7 vurulsun 8 üssü 4, üstə gəlinsin. 7 vurulsun 8-in kubu, üstə gəl. 6 vurulsun 8-in kvadratı, üstə gəl. 6 vurulsun 8 üssü 1, üstə gəl. 6 vurulsun 8 üssü 0. Bunu da çevirib hesablayanda indi siz özünüz hesaplayarsınız. Buradan da gəlib alacağıq 32694. Cavab olacaq burada da B variantı. Cavab oldu burada B variantı. 51-ci sualda B. Yəni maraqlı test tapşırığı idi. Sadəcə burada ona fikir verməlisiniz ki, bu 8-ə bölməm gedirsə əgər, deməli bu 8-li say sisteminə keçiddir. 7-yə bölsəydi əgər, olardı 7-li say sisteminə keçid. Onu artıq 7-liklə onluğa çevirərdik. Daha sonra deməli, baxalım 52-ci suala. Deyir ki, proqramın icrası zamanı n dəyişəninə 3 rəqəmli natural ədəd daxil edilir. 3 rəqəmli natural ədəd daxil edilir. N-in hansı ən kiçik qiymətində proqram ekrana 3 dəyərini çap edər? N-in ən kiçik qiymətini tapmalıyıq. 3 dəyərini çap eləməsi üçün. Gəlin baxalım. Bizim range'imiz n-dən hara qədərdir? 1000-ə qədər. Yəni 1000-ə qədərdir, amma sonuncu aldığı qiymət 999-dur. Bizim k-mız bir dəfə i-ni 100-ə bölür. Daha sonra yəni i-ni k birimiz belə deyək də k-mız 100-ə bölünəndən alınan ədəddir. K birimiz həm 10-a bölünür, həm tam hissəsi tapılır, həm də 10-a bölünüb qalığı tapılır. K2 isə 10-a bölünüb qalığı tapılır. Gəlin indi ümumi belə bir şey baxaq. Mən k-ya deyirəm ki, baxın, bizə deyir ki, n dəyişəninə 3 rəqəmli natural ədəd daxil edilir. Yəni söhbət burada 3 rəqəmli ədəddən gedir. 3 rəqəmli ədədi 100-ə böləndə nə olur? Tam hissəsi götürəndə. Birinci rəqəm. Bu olur birinci rəqəm. K1-imiz olur bizim ikinci rəqəmimiz, ədədin ikinci rəqəmi. K2 də olur üçüncü rəqəm. Aydındır. K-mız birinci rəqəmdir. K1-imiz ikinci, K2-miz isə üçüncü rəqəmdir.
İndi sonra bu K'ları toplayır. Bu K'lar 5'e bölünürsə onda bizim A'mız bir vahid artır. Bizim də A'mız sonda 3 olub. Yəni 3 dəfə işləməlidir bax bura. Bura 3 dəfə işləməlidir. Yəni rəqəmləri cəmi 5-ə bölünən ədədləri sayır bizim bu proqramımız. Yenə təkrar edirəm. Rəqəmləri cəmi 5-ə bölünən ədədləri sayır və bizə lazımdır ki 3 dəfəsi, 3 dənə ədədimiz çap olunsun. Gəlin baxalım. N-in yerinə hər hansı bir ədəd yazaq. Yazaq 980. 980 yazanda N-imiz 980 olmalı. K-mız nə olur? K-mız olur birinci rəqəmi. 980-i 100-ə bölüləm olur K-mız 9. K1-imiz olur ikinci rəqəm. 8. Ona bölüləm 98, sonra bölüb qalığı tapanda olur 8. K2-miz olur nə? 0. Üçüncü rəqəmimiz 0. 980. Sonra bunları toplayıram. 9 üstə 8 üstə 0. Bölünür 5-ə. Yəni 5-ə bölündə qalıq 0 olur. 5-ə tam bölünür. Bəli, 9 üstə 8 15. 15 yox, daha doğrusu 17. 17-nin də üzərinə 0 elə 17. 17 5-ə bölünür? Yox. Onda A-mız elə qalır 0. Yəni A işləmir də bura. A-mız elə 0 idi, 0-da qalır. Kesirik. Artıq 980 daxilində növbəti ədədimiz nə olar? 981. 981-in yenə rəqəmlərini toplayıram. 9 üstə 8 üstə gəl 1. Neçə eləyir? 18. 18-i 5-ə böləndə belə yazaq. 18-i 5-ə böləndə 0 olur. Yox. Yenə A-mız 0 qaldı. Keçirik neçəyə? 982-yə. Baxın. Bizim ədədlərimiz 982, 983, 984. Gəlin daha səliqəli hətta yazın. Yəni buradan arta gedir. Hara qədər? Baxın gəlin buradan yazıram. 900, 980 özü, 981, 982, 983. Arta hara gedir? Düz 999-a qədər. İndi 980-in rəqəmləri cəmi 5-ə bölünür? Yox. 81-in bölünür? Yox. 82-nin bölünür? Yox. 83-ün bölünür? Bəli. Aha, deməli birincisi 983-dür. Keçirik sonrasına. Gəlin onda hər birini bir-bir yazalım. 984, 985, 986, 987, 88, 89 və 90. Sonra 1, 92, 93, 995, 96, 97 və 98. Deməli, indi baxalım burada. Deyirəm ki, 980-in rəqəmləri cəmi 5-ə bölünmür. 81-in də, 82-in də bölünmür. Biri bölünən 83-dür. 84-ün bölünür, eləyir 21, bölünmür. 85-də bölünürmü? 22 eləyir, bölünmür. 86-da da bölünmür. 87-də də bölünmür, 24 eləyir. 88-də bölünür. 25 olur, 988-də bölünür. İkinci rəqəmimiz 989. Bölünmür. 990-da da bölünmür. 91-də də bölünmür. 992-də bölünür. Eləyir 20. 93-də bölünmür. 4-də bölünmür. 5-də bölünmür. 1 də bölünür. 997-də. 18 üstə gəl 7. Neçə eləyir? 25. Aha, bir də bölünür 997-də. 98-dən 99-da bölünmür. Baxın, baxsaq görərik ki 1, 2, 3, 4. Mən 980 daxil eləyəndə bura. Baxın bura. 980 daxil eləyəndə mənim 4 dənə qiymətim ödənilir. Yəni A-mız olur 4. Amma mənə deyir ki, A-mız 3 qiyməti çap olunsun. Deməli, mən artıq burada 980-dən böyük ədəd daxil eləməliyəm. 980-dən böyük. Yəni 981-i daxil eləsəm nə olar? Yenə elə 980 üstə olacaq, yenə 4 dənə. 982-ni daxil eləsəm, yenə
982-dən sonraki ədədləri ödəyəcək. Mən artıq 983-dən sonraki ədədləri daxil etməliyəm. Baxın, burada bir xətt çəkirəm. Yəni 983-dən buradan bu tərəfdəki ədədləri daxil etməliyəm ki, bunların içərisindən yalnız mənə lazım olanları, bax, bunları çap eləsin. İndi 983 çap eləsəm, özündən başlayacaq, yenə də 4 dənə, 1, 2, 3, 4 dənə çap eləyə gedəcək. Amma mənə lazımdır ki, bunu çap eləməsin deyə bundan böyüyün. 984-dən başlayıb daxil edirəm. Yəni, burada artıq mənim daxil edəcəyim ədəd 984 olur. Bəs sual verə bilərsiniz ki, müəllim, 985-i də daxil eləyə bilərik axı, 986-nı da daxil eləyə bilərik axı. Bəli, 984-dən 988-ə qədər, baxın, 984-dən 988-ə qədər. Bu aralıqda istənilən birini daxil eləsək, bizim A-mız 3 olar. Amma bizə deyir ki, N-in ən kiçik qiymətini daxil elə. Ona görə biz də 984-ü daxil edirik. Yəni, bizim burada cavabımız olur 984. Cavab olur 52-ci sualda A variantı. Keçirik 53-cü suala. Python ilə yazılmış proqramın təyinatını müəyyən edin. Deməli, bir ədəd daxil eləyərik. Bu ədəd 10-a bölünməsindən alınan qalığı M götürür. Yəni, sonuncu rəqəmi götürür. Həmin rəqəm 3-ə bərabərsə və yaxud da 5-ə bərabərsə, 7-yə bərabərsə, yeni bir artırır. Gəlin, nə dediyimi yazalım. Bir ədəd daxil eləyirəm. Məsələn, 173. Deməli, i-miz nəyə bərabərdir? 0. 173 fərqlidir 0-dan, yəni bu fərqlidir deməkdir də, bərabər deyil. 0-a bərabər deyil, bəli. M-miz onda nə olur? 173-ü 10-a bölürük, alınan qalıq 3. A-mız da olur 17. İndi keçirik bu hissəyə. Deyirəm ki, M bərabərdirmi 3-ə? Bax, M-miz 3-dür. M 3 bərabərdirmi 3-ə? Bəli. Və ya 3 bərabərdirmi 5-ə? Yox. 3 bərabərdirmi 7-yə? M-in yerinə 3 yazıram da hamısında. 3 bərabərdirmi 7? Yenə yox. Amma burada biri ödəniliyinə görə, hamısı or olduğuna görə, bura true'dursa deməli ödəyir. Ödəyir və i-miz neçə olur? I-miz olur 1. Sonra keçirik ikinci dövrüyə. A-mız 17 idi. 17 bərabər deyil 0-a, bəli. M-miz nə olur? 7. A-mız nə olur? 1. İndi deyirəm, 7 bərabərdirmi 3-ə? Yox. Or. 7 bərabərdirmi 5-ə? Yenə yox. 7 bərabərdirmi 7-yə? Bəli. Bura true'dur deyə artıq ifadəmizdə true olur. I-miz də olur 2. Keçirik. 1 bərabər deyilsə 0-a, bəli, M-miz də oldu 1, A-mız da olur 0. İndi 1 bərabərdirmi 3-ə? Yox, or. 1 bərabərdirmi 5-ə? Yenə yox. 1 bərabərdirmi 7-yə? Yenə yox. Baxın, heç biri ödəmədi, ona görə bizə false verir, bu if-imiz ödəmir. Gəlir elə i-ni 2 tapır və çapa gedir 2. 2-ni çap edir, i-ni çap edir. Bizə indi nə daxil edib? Baxın, 173 daxil edim, 2 çap elədi. Daxil edilmiş ədəddə 3, 5 və 7 rəqəmlərinin sayını bizə verir. Ədədin rəqəmləri içərisində 3-ə, 5-ə və 7-yə bərabər olanların sayını verir bizə. Aydındır? Yəni, 53-cü sualda olur B variantı. Baxırıq 54-cü suala. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, ədədimiz budur. I kiçikdir 6-dan, yəni 1 kiçikdir 6-dan, i-miz 1-dir. Onda k-mız nə olur? A-nı bölürük 10-a, yəni k-mız olur 5. Sonuncu rəqəmi 5. Əgər 5 cütdürsə, 5 2-yə bölünəndə cütdür, onda k-nı çap edir. 5 cüt olmadığına görə k-nı çap eləmir. I-miz olur nə ilə? 2.
İ'miz olur 2. A'mız nə olur? A'nı bölür 10'a. A'mız olur. Sonuncu rəqəmə artıq gedir. A'mız olur 34562. Çıxılsın nə? 2. Yəni 34560. Aydındır. 34560 olur. İndi keçirik ikinci dövrəyə. 2 kiçikdirmi 6'dan? Bəli. K'mız olur nə? 0. 0'ı 2'yə böləndə 0 olurmu? Bəli. True. Onda nə çap olunur? K çap olunur. Yəni 0 çapa gedir. Baxın, çapa gedənləri belə dairəyə alacağım ki, seçə bilək. İ'miz də olur 3. A'mız da olur 3456'dan çıxırıq 2'ni. Olur 3454. Sonra 3 kiçikdirmi 6'dan? Bəli. K'mız da olur 4. İfimiz olur 4 faiz 2. Yəni 4'ü 2'yə böləndə cütdürmü? Bəli. True verir. Nəyi çap eləyir? K'nı çap eləyir. Yəni 4'ü çap eləyir. İ'miz də olur 4. A'mız da olur 345'dən 2 çıxırıq 343. Baxın, 4 kiçikdirmi 6'dan? Bu formada gedir. Burada indi artıq məntiqlə görməliyik ki biz. İ'miz 3'dür, 4'dür. Yəni bu artı 6'ya qədər gedir. Bizdə nəyi çap eləyir həmişə? Cüt rəqəmləri çap eləyir. Amma cüt rəqəmləri necə çap eləyir? Baxın. Bax, bir dəfə 0'ı çap eləyib. Bizim cüt rəqəmimiz 2 olub, amma 0'ı çap eləyib. Deməli, bizim cüt rəqəmlərimizdən 2 çıxa-çıxa çap eləyir. Sonra baxın, cüt rəqəmimiz 6 olub. Burada 6 olub, amma 4 çap eləyib. Deməli, 2'dən 2'ni çıxıb, çünki burada axırda 2 çıxır axı. Həmin ona görə. 2'ni çıxıb, cütdürsə 2'ni çıxır, çap eləyir. Məsələn, 6 olub, cüt olub, 2'ni çıxıb, 4 çap eləyib. İndi mənim burada başqa cüt rəqəm hansıdır? 4'dür. Bu 4'ü necə çap eləyəcək? Bu 4'dən də 2 çıxacaq, 2 çap eləyəcək. Yəni mənim çapa gedən ədədlərim olacaq 0, 4 və 2. İndi dediyim qayda ilə də baxın, 2 dövr artıq apardım. Bu qayda ilə də bu nümunəni sona qədər davam etdirsəz, görərsiniz ki, elə sonda bir neçə dövr sonra 2 də çap olunacaq. Cavabımız olur 0, 4, 2. 54'də B variantı. Daha sonra 55-ci suala baxalım. Proqramın icrası zamanı S dəyişənin 94 dəyəri çap olunması üçün N dəyişəninə daxil edəcək ən kiçik və ən böyük 3 rəqəmli ədədi müəyyən edin. Ən kiçik və ən böyük 3 rəqəmli ədədi daxil edək. Gəlin baxalım. Deməli, S-imiz 3'dür. Bir ədəd daxil etməliyik. Məsələn, daxil etsək x, y, z. Görək bu nə iş görür. Z-dən nəyi çıxır? N bölünsün 10. X, y. Doğrudur. İndi ABS N. Bu nə idi? Dedik ki, modula verir. Yəni, burada mənfi ifadə alınır deyə onun modula salır. Nə qədər ki, N kiçikdir 50'dən. Gəlin buna N1 deyəyin. Yox, buna N1 buna deyəyin. Aha. O birinci N'imiz olsun. Bu da olsun N1'imiz. Nə qədər ki, N1 kiçikdir 50'dən. N'imiz nə olur? N1 plus 7. S də olur. S'imiz 3 idi. 3 vurulsun 2. 6 üstə gəlsin 10, yəni 16. Sonra keçirik ikinci dövrəyə. İkinci dövrədə. Deməli, N'imiz nədir? N1 plus 7. N1 plus 7 kiçikdir 50'dən. Bəli. N bərabərdir. N1 plus 14. S də bərabərdir. 16'nı vurur 2'yə. 32. Üzərinə də 10 gəlir. Olur 42. Keçirik növbəti dövrəyə. Deyirəm ki, N1 plus 14 kiçikdir 50'dən. Bəli. N bərabərdir. N1 plus 21. S də bərabərdir. 42'ni 2'yə vuranda 84. Üstünə də 10 gələndə eləyir 94. Aha, biz artıq bizə dediyi 94'ü aldıq. İndi mənim bu N şərtim. N1 plus 21. Kiçikdir 50'dən olmalıdır. Xeyr, olmalı deyil. Çünki artıq 94'ün çapa getməsi üçün bu şərtim ödənməli deyil. Yəni mən N1 plus 21 böyük bərabərdir 50 yazmalıyam.
Buradan da n1'i tapıram. Böyük bərabərdir nədən? 50-dən 21 çıxıram. Deyirəm ki, 29-dan. n1'in böyük olmalıdır 29-dan. Düzdür? Bu birinci şərtim. Bu ən kiçik qiymət şərtim. Bəs ən böyük qiymət şərtini tapmaq üçün nə edirəm? Bir dövr əvvələ qayıdıram. Baxıram bu hissəyə. Buradakı şərtim nədir mənim? n1 plus 14 kiçikdir 50-dən. Buradan da deyirəm n1 kiçikdir nədən? 50 çıxılsın 14, 36. n1'im də kiçikdir 36-dan. Ən böyük qiymət şərtim də mənim budur. İndi mən elə bir ədəd daxil eləməliyəm ki, 29-35 aralığı deyək də buna. Mən indi elə bir ədəd daxil eləməliyəm ki, sonuncu rəqəmindən ilk iki rəqəmi çıxdıqda 29-35 arasında olsun. Yəni modula saldıqdan sonra da burada modul var deyə artıq mənfi ilə işləməyəcəyik. Yəni belə deyək, 29-35 aralığında olsun. Gəlin baxalım. Ən böyük və bizə burada nə edirdi? Ən kiçik və ən böyük 3 rəqəmli ədədi müəyyən edək. Deməli, mən 3 rəqəmli ədəddən sonuncu rəqəmindən, bax, buna x deyək, buna y deyək, buna z deyək. Z-dən bu ikisini çıxanda ən kiçik olması üçün nəyi qoya bilərəm yerinə, nəyi hesablayaram? Baxın, belə deyək, mən bura 0 qoysam, sıfırdan nəyi çıxaram ki 29 olsun? Modulda 29'da, yəni mənfi 29 olsun. Sıfırdan 29 çıxaram, mənfi 29 olar. Mənfi 29 da burada modul var. Modula saldıqda bizə müsbət 29 verər. Bu moduldur. Aydındır. İndi deyərsiniz ki, müəllim, nəyə görə sona 0 qoydunuz? Başqa bir ədəd qoyun, yoxlayalım. Gəlin yoxlayalım. Sona 0 yox, 5 qoysam, mən nə çıxmalıyam ki, yəni 5-dən nəyi çıxmalıyam ki, ən kiçik qiyməti alım? Artıq mən burada 34 yazmalıyam ki, 5-dən 34'ü çıxanda mənfi 29 eləsin də, bir növ belə deyək, o da moduldan 29'u versin. Artıq burada görürsünüz, ən kiçik qiymət alınmır. Daha böyük qiymət alınır. Ən kiçik qiymət üçün sona 0 qoymalıyam. Yəni, ən kiçik qiymətimiz olur 290. Ən böyük qiymət üçün isə sona 9 qoymalıyam. Burada qoymalıyam ən böyük qiymət üçün. Deməli, 35'in üzərinə 9 gəldikdə eləyir 44. Yəni, ən böyük qiymət üçün də mən 449 deyə bilərəm. Ən böyük qiyməti də n-imizin 449. Aydındır. Cavabımız olur 290 və 449. Nəyə görə 449 oldu? Sonuncudan çıxanda 29-35 aralığında olsun. Ən böyük qiymət tapmaq üçün 35 verməlidir bizə rəqəmlərin fərqi, sonuncu rəqəmindən tam hissənin fərqi. Ən kiçik qiyməti tapmaq üçün isə sonuncu rəqəmlə tam hissənin iki rəqəminin fərqinin, hətta doğrusu deyək ki, modulu bizə 29 verməlidir. Buradan da cavab olur C variantı 55-ci sualda. Gəlin 56-cı suala baxalım. Deməli, 56-cı sualda nə deyir? Proqramın icrası zamanı n dəyişəninin hansı ən kiçik natural qiymətində proqram 55 ədədini çap edər? 55 ədədi çapa getməsi üçün biz dövrlərimizi saymalıyıq. N-imiz 0-dan başlayır. Baxın, bizim dövrlərimiz belə deyək. Vurulsun K. K dəfə dövr eləyəndə hər dəfə S-in üzərinə D vurulsun K gəlir. N-in üzərinə də 5 vurulsun K. Baxaq. Sonda 55 çap olunubsa, N1'imiz 0'da. Buna N1 deyək. N1'imiz 0'da. 0 üstəyənsin 5K bərabərdir nəyə? 55'ə. K'mızı da tapırıq nə olur? 5. 55 bölünsün 5, daha doğrusu 11. K'mız da oldu 11. Yəni bizim ədədimiz 11 dəfə dövr edib. Ədədimiz deməyək, bizim kodumuz, daha doğrusu bu kodumuz 11 dövr edib. Aydındır. İndi biz bu 11 dövr üçün
Nəyi tapmalıyıq? Nəyi hesablamalıyıq? Gəlin baxalım. Deməli, 11 dövrdən sonra bizim S-imizin qiyməti nə olacaq? 11 dövrdən sonra S-imizin qiyməti olar S1 plus 11D. S bərabərdir S1 plus 11D. İndi baxalım. Proqramın icrası zamanı bizə deyir n dəyişən hansı ən kiçik natural qiymətində. Proqram 55 ədədi, proqramda 55 ədədi çap olunar. Biz indi burada S1 plus 11D-ni şərt olaraq belə verməliyik. 11D kiçik bərabərdirmi 365-dən? Gəlin daha aydın və səliqəli formada yazım. Yenidən nə demək istədiyimi. Deyirəm ki, mənim bu S-imin qiyməti 11 dövrdən sonra olur. S bərabərdir S1, yəni 0, üzərinə gəl 11D. N-imin də qiyməti olur. N bərabərdir 0, üstə gəlsin 55. Yəni artıq n-imin 55 qiyməti olur. İndi mənim bu n-imin 55 qiyməti çap olunması üçün mənim bu şərtim ödənməli deyil. Yəni 11D kiçik bərabərdir 365-dən xeyr olmalıdır. Yəni D-imiz kiçik bərabər olmalıdır, böyük bərabər olmalıdır, böyük olmalıdır. Nədən? Bunun əksi. Böyük olmalıdır nədən? 365 bölünsün 11-dən. Bu D-imizin ən kiçik qiymətidir. Ən böyük qiymətini tapmaq üçün isə, ən böyük qiymətini bir dövr əvvələ qayıdırıq. Bir dövr əvvələ qaydında artıq burada 11 dövr yox, neçə dövr olur? 10 dövr. 10 dövr kiçikdir, bərabərdir 365-dən. D də kiçikdir, bərabərdir 36,5-dən. İndi 365-i də 11-ə böləndə görək neçə eləyir? Bizim kalkulatoru tapalım. 365-i bölürük 11-ə. Görürük ki 33 tamamda neçə? Yəni D-imiz böyük olmalıdır 33 tamamda məsələn 18-dən. Yəni D-imizin qiyməti başlayır. D-imiz ola bilər 34, 35 və 36. 36 tamamda 5-dən kiçik, ən kiçik tam ədəd 36-dır. 34, 35, 36 ola bilər. İndi bizə deyir ki, ən kiçik natural qiyməti hansıdır? Ən kiçik 34-dür, ən böyük isə 36-dır. Cavabımız olur 56-da. D variantı 34. Keçirik sonra növbəti suala. Baxalım 57-ci suala. Proqramın icrası zamanı n dəyişənin hansı qiymətində proqram ekrana 222 dəyərini çap eləyər? Gəlin baxalım. S1-imiz bizim 97-dir. Bu da N1-imizdir. N1 böyükdür. S-imiz nədir? 97. 97-dən. Bəli, onda N nə olur? N2-miz olur. N1 çıxılsın 2. S-imiz də olur nə? S plus 3. Yəni 100. 97 plus 3 100. İndi N1 çıxılsın 2 böyükdür 100-dən. Bəli. N3-ümüz nəyə bərabərdir? N1 çıxılsın 4. Artıq burada da S-imiz də olur 100 plus 3 103. Bu formada bu dövrümüz belə davam edəcək. Hara qədər? Bizim S plus N-in belə deyək də 222 qiymətinə qədər. İndi biz burada baxmalıyıq ki, bizim dövrümüzün sayını tapaq. Dövrümüz neçə dəfə gedib? Dövrümüzün sayını tapmaq üçün nə etməliyik? Bunu K-ya vurmalıyıq. Yəni bizim K dəfə dövrümüzdən sonra N-imiz olur. N çıxılsın, yəni N1 çıxılsın 2K. S-imiz də olur 97 üstə gəlsin 3K. Sonda bu şərt ödənmir. Yəni N1 çıxılsın 2K böyükdür 97 üstə gəlsin 3K. Bu şərt ödənmir. Yəni xeyr olur. Böyükdürmə xeyr. Yəni nə gəlir? N1 çıxılsın 2K kiçik bərabərdir 97 üstə gəlsin 3K-dan. Bu olur. Və bizim S plus N-imiz isə 222 olur. Baxın.
S-imizlə N-imizin qiymətləri bulardır. M1 plus 2K minus daha doğrusu 2K üstə gəlinsin 97 plus 3K bərabərdir nəyə? 222-yə. İndi bu iki tənliyi həll eləməliyik. Gəlin buradan baxalım. M1-imizdən M1-imiz çıxılsın 5K kiçikdir 97-dən deyirik. Bu oldu bizim birinci tənliyimiz, ifadəmiz belə deyək. Burada da deyirəm ki, M1 çıxılsın 2K üstə yansın 3K bərabərdir 222-yə. M1-dən 2K-nın 3K-lar gedir. M1 üstə yansın 3K bərabərdir 222-dən 97 çıxanda 12-dən 7 5 sonra 2-dən 1-dən də 9 2. Burada olur 125. M1 üstə yansın K olur 125. M1 çıxılsın 5K-da kiçik 97-dən. Buradan da M1 nəyə bərabərdir? 125 çıxılsın K-ya. M1-i tapırıq ki, 125 çıxılsın K-ya bərabərdir. İndi bu tənlikdə aparıb bunu yerinə yazırıq. Həmin tənliyi aşağıdan yenidən yazın. Deyirəm M1 çıxılsın 5K kiçik bərabər 97-dən. M1-in yerinə yazıram 125 çıxılsın K çıxılsın 5K kiçik bərabər 97-dən. Buradan da deyirəm mənfi 6K kiçikdir bərabərdir 97-dən 125 çıxanda eləyir 28. Mənfi 28. 97-dən 20 çıxanda mənfi 28. Buradan da hər tərəfi mənfiyə vuranda işarəsi də dəyişir. Olur 6K böyük bərabərdir 28-dən. K da böyük bərabərdir 28-i böləndə 6-ya neçə dəfədən düşür? 4,5. 4,5. Təxminən də yəni 4,5. Yəni K-mız 4,5-dən böyük olmalıdır. K-mızın qiyməti olur 5. Ən kiçik qiyməti, tam qiyməti olur 5. Yəni K 5-ci dövrədə bizim K-mızın 5 qiymətində. Yəni 5-ci dövrədə artıq bu ifadə dövrdən çıxır. K-mızın 5-ci qiymətində. İndi K-nın yerinə 5 qoyub biz N-imizi tapa bilərik. K-nın yerinə 5 qoyub N-imizi taparıq. Deyirəm ki, M1 bərabərdir 125 çıxılsın K. Yəni M1-imizin qiyməti olur bizim 5, 120 daha doğrusu M1 olur 120. Sonra S-imizi də tapardıq. S-imiz də olurdu 97 plus K hansı qiymətində? 120. Deməli, S-imizi də taparıq buradan. 97 plus K idi. 97 plus K. K-mız da 5 olduğuna görə 97-nin üzərinə də 5 gələndə neçə eləyir? 102. S-imiz də olur 102. Bizdən nəyin qiymətini soruşurdu? N dəyişən hansı qiymətində proqram ekrana 220. N-in də qiymətini tapdıq 120 qiymətində. Yəni 57 cavab oldu A variantı. Daha sonra 58-ci suala baxalım. Proqramın icrası zamanı S dəyişənin hansı ən kiçik qiymətində çıxışda S-dən fərqli ədəd alınır? Aha. Proqramın icrası zamanı S dəyişəninin hansı ən kiçik qiymətində çıxışda S-dən fərqli ədəd alınır? Baxalım. Bir S-ə ədəd daxil edib. N də 100-dür. S-dən N-i çıxır, yəni 100-ü çıxır. Bura 100 yazım. 100-dən böyükdürsə, həmin ədəd 100-dən böyük bərabərdirsə, S-i artırır, N-i də eləyir 140. Yəni N-i də 40 artırır. Deməli, mən burada elə bir ədəd tapmalıyam ki, mənim bu dövrüm bir dəfə işləsin. Bir dəfə işləsin. Onun üzərinə 20 ilə 40-ı gəlim, bircə dəfə gəlimdir. Daha sonra çıxanda işləməsin. Baxın, demək istədiyim nədir? Əslində, burada başqa bir variant da demək olar. Sadəcə cavabda elə bir şeylər verməyiblər. Cavablarda ancaq 200-lərdən yuxarı veriblər. Nəysə, deməli, burada baxırıq nəyə? Mənim bir S-imdən 100-ü çıxanda, N-im 100-dür. 100-ü çıxanda 100-dən böyük bərabər olsun. Amma bunun üçün ən kiçik qiymət lazımdır bizə.
Variantların içərisinə baxaq. Ən kiçik 200 bizə verib. Mən 200-dən 100-ü çıxanda 100-dən böyük bərabər olur. Düzdür? Sonra S-imi artırıram 20. S-im olur 220. N-im də olur 140. Sonra 220-dən 140-ı çıxanda mənə verir 80 və 80 də 100-dən böyük olmadığına görə dövrdən çıxır və gəlir mənim S-imi çap edir, 220 çap edir. Aydındır? S-ə mən daxil edim 200, S-dən fərqli ədəd alındı 220. Bu yalnız Y variantında ən kiçik olur. Başqa digər variantları daxil etsək, artıq daha böyük qiymətlər alınacaq. Aydındır? Ona görə bizə deyir ki, S-in ən kiçik qiymətini daxil elə. S-in də ən kiçik qiymətini 220 götürə bilərəm. 220-dən də 200-dən də kiçik ədəd götürə bilərəmmi? Xeyr, 200-dən kiçik ədəd götürə bilmərəm. Məsələn, 190 götürsəm, 190-dan 100-ü çıxacam. Qalacaq 90. Artıq 90 böyükdürmü 100-dən? Yox. Onda gəlib elə S-in özünü çap edəcək. Ona görə minimum qiymətim mənim elə 200 olmalıdır ki, 100-ü çıxanda 100-dən böyük bərabər olsun. 58-ci sualda olur cavab Y variantı. Biraz belə şifahi fason suala oxşuyur. Çox da bir geniş həllin aydın yazmaq olmur. Diqqətlə baxsaz, gedişatını başa düşə bilərsiniz. Növbəti suala baxaq. Deməli 58 oldu Y variantı. 59-cu Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. A-mız 250, B-miz 170. A plus B kiçikdir 500-dən. Həmişə A-nı artırır, B-ni artırır. N-i də vurur 2-yə. Deməli, biz indi bilmirik yenə də bizim dövrümüz neçə dəfə gedib, yəni neçə dəfə bu hissə işləyib. Bunun üçün buna K deyirik. Yəni bizim A-mız olur. A plus, bunlara A1 deyin gəlin. Bizim A-mız olur. A1 plus 20K. B-miz də olur. B1 plus 10, B1 minus 10K. Aydındır. N-imiz də ki, hər dəfə 2-yə gedə-gedə gedir də, yəni 2-yə vurur. 200K olur. Deməli, indi mənim burada sonuncu dəfə A-mın, B-min qiymətlərini tapmaq üçün nə edirəm? A-mın A1 plus 20K qiymətin üzərinə gəlirəm, 20K-nı da yazaq bir dəqiqə. Üzərinə də gəlirəm B-min qiymətin, B1 minus 10K-nın qiymətin. Nə olmalıdır? Kiçikdir 500. Şərti ödənməlidir ən sonda. Xeyr. Yəni ödənməli deyil. False olmalıdır da belə deyək. Bu ödənməli deyil. İndi mən burada A-mın qiyməti nə idi? 250. 250-ni buraya yazıram. B-min qiyməti 170 idi. Buraya yazıram. 250 ilə 170-i toplayanda neçə edir? 300, 420. 420. Üzərinə gəl 20K çıxılsın 10K. Üzərinə gəl 10K. Kiçikdirmi 500-dən? Xeyr. Ödənməli deyil. Yəni bunun əksi olmalı ki, dövrdən çıxsın. Yəni böyük bərabərdir 500-dən. İndi buradan da deyirəm ki, burada K-mızı da yazaq. 10K. Aha. İndi 10K böyük bərabərdir. Nədən? 500-dən də 420-ni çıxıram. 80-dən. K-mız da böyük bərabərdir 8-dən. Deməli bizim dövrümüzdən ilk hansı qiymətdə çıxacaq? K 8 olanda dövrdən çıxır. K-nı tapdıq 8. İndi biz N-in qiyməti tapmaq üçün baxın N-imiz nəyə bərabərdir? N bərabərdir 200K-ya. Deməli N nədir? 208. 208 də neçədir? 256-dır. Deməli bizim dövrəmiz 8 dəfə işləyib. 8 dəfə işləyəndən sonra hər dəfə 8 dəfə 2-ni bir-birinə vurmuşuq, alınıb 256. Cavabımız olur Y variantı 256. Baxalım növbəti suala, 60-cı suala. Proqramın icrası zamanı S dəyişənin hansı ən böyük qiymətində 32 ədədi çap edilər? Aha, 32 ədədin çap olunması üçün baxırıq biz. Deməli,
Yenə də biz burada nəyi tapmalıyıq? Gəlin dövrlərin sayını tapalım. Desək ki, k dəfə dövr eləsə, s-imiz nə olar? Buna gəlin bir s1 deyəyim. S1 kiçik bərabərdir 234-dən. Bəli. Onda s-imiz nəyə bərabərdir? S1 üstə gəlinsin n. N-imiz neçədir? 2. N-imiz nəyə bərabər olur? M1 plus 3. M1'imiz 2 idi. 2 plus 3 yəni 5. Keçirik ikinci dövrəyə. S1 plus 2 kiçik bərabərdir 234-dən. Bəli, s-imiz olur yenə də s1 plus 2 plus n, n-imiz 5'dir. N də olur 8. Bu formada bizdə davam eləyə gedəcək. S1 plus 2 plus 5, sonra 8 gələcək üzərinə. Ta ki 234-dən kiçik olana qədər, kiçik bərabər olana qədər bu formada gedəcək. Daha doğrusu böyük olana qədər 234-dən bu formada gedəcək. İndi biz burada nəyə baxmalıyıq? Dövrlərin sayını tapmalıyıq. Dövrün sayını tapmaq üçün burada dedim axı K-nı yazdım bura. Belə bir şey yazıram. N bərabərdir n plus, yəni 2 plus 3K. 2 plus 3K. Nə alınıb sonda? 32 alınıb. Bərabərdir 32-yə. Yəni sonda belə deyək. Mənim dövrüm 2-nin üzərinə mən 3'ü K dəfə gəlmişəm. Yəni dəfələrlə 3 gəlmişəm, amma bilmirəm neçə dəfə gəlmişəm. Almışam 32. Buradan da K-nı tapıram. K da bərabər olur 30 bölünsün. 32-dən 2 çıxıram. Bölürəm 3-ə, eləyir 10. Mən K-nı tapdım 10. Deməli, mənim dövrlərimin sayı 10'dur. 10 dəfə dövr eləyib. Aydındır. İndi baxalım. Burada maraqlı bir gedişat var. Mənim S1-imin üzərinə 2-ni gəlirəm. 5'i gəlirəm. 2'ni nə vaxt gəldim? Baxın, birinci dövrədə S1'in üzərinə 2 gəldim. Birinci qiymətim. İkinci qiymətim oldu 5. Üçüncü qiymətim nə olacaqdı? 8. Fikir verirsiniz, mənim n-im hər dəfə 3'ü çarpır. Və hər dəfə həmin n-i mən gəlirəm s-in üzərinə. Deməli, mən burada deyirəm ki, mənim n-im hər dəfə 3'ü çarpır. Burada fikir versəz, biz nəyi görə bilərik? Biz görərik ki, bizim n-imiz hər dəfə 3'ü çarpır və 3'ü çarpandan sonra s-in üzərinə gəlirik. Bu sanki bizə silsilə fərqi d-si, yəni 3 olan ədədi silsiləni verir. Fikir verin. 2, 5, 8, sonra gələcək 11. Amma bilmirəm də hara qədər. Sonuncu ədədi bilmirəm nə olacaq. Əslində bilirik ki, 29-u bunu maraqlı yolla tapmağı deyəcəm sizə. Mən də K-nı tapdım 10. K-nı 10 tapdımsa, mən burada deyərəm ki, bəs mənim 10-cu birinci həddim 2 idi. İkinci həddim 5-dir. Üçüncü həddim 8. Dördüncü həddim 11-dir. Bəs 10-cu həddim nə olacaq? 10-cu həddi tapmaq üçün isə ədədi silsilənin düsturundan A10 bərabərdir A1 plus. A1'imiz nədir? 2. A1 plus n-1. N-imiz 10'dur da, yəni silsilə nömrəmiz 10'dur. n-1 9 vurulsun d-yə. D-imizdəki silsilə fərqi 3'dür. Bu da 3 9'un 27 üstə gəl 2 29 edir. Deməli bizim 10-cu həddimizin nömrəsi olur 29. Düzdür? Olur 29. Mən indi baxın burada nə yazdım? Buradakını aşağıya köçürürəm, fikir verin. Yazdım ki s bərabərdir. S1 plus 2 plus 5 plus 8 plus nöqtələr plus 29. 29'dan bir əvvəlki həddimiz nə olar? 3'ü arta gəlir. 26 olar da. Plus da bir dənə 26 yazaq. Bu da bizə lazım olacaq. İndi biz burada bu şərti, baxın, s-imiz bizim cəmimizi verir. Bu şərtimiz, bunu yazdık burada biraz uzun formada. Sonda bizim s-imizin alacağı qiymət budur. Aydındır. Mən nəyi tapıram? Ədədi silsilə vasitəsilə sonuncu həddimi ki, mənim n-imin 10 dəfə üstünə gələndə n-im axırıncı nə olur? 29 olur.
Mən buradan silsilə fərqini tapdıqda, silsilə fərqi nə idi? Mən bunların cəmini tapdıqda yazıram ki, A1 plus AN, yəni ədəd silsilənin düsturlarından istifadə edirəm də, belə deyim. A1 plus AN bölünsün 2 vurulsun N. Bu silsilələrin cəmidir, SN düsturudur. Sonra bir də AN düsturu da A1 plus N-1 vurulsun D düsturudur. Bu düsturlardan istifadə edirəm. 2 plus 29 bölünsün 2 vurulsun N. N'imiz də 10'dur. 29'un da üstünə 2 gələndə 31, bu da eləyir 155. Deməli, mənim bu 2-dən 29'a qədər olan ədədlərim olur cəmi 155. S1 plus 155 olur. Bu şərtim mənim artıq 234'dən kiçik bərabər olmalı deyil. Yəni S1'in böyük olmalıdır 234. S1 plus 155'im böyük olmalıdır 234'dən. Buradan da deyirəm ki, S1 böyükdür nədən? 234'dən 155 çıxanda neçə edir? 14'dən 5, 9, 3'dən, burada 2, 2'dən 5, 7, 1, 79. S1'in böyük olmalıdır 79'dan. İndi, bəs ən kiçik qiyməti tapmaq üçün nə etməliyəm? Ən böyük qiyməti tapmaq üçün nə etməliyəm? Ən böyük qiyməti tapmaq üçün isə bir dövr əvvələ qayıtmalıyam. Bir dövr əvvələ qayıdanda artıq bu N'in sonuncu qiymətini götürmürəm. Baxın, bunu götürmürəm. Artıq N'min 2-dən 26'ya qədər olan qiymətinə baxıram. Aydındır, buranın cəmini tapıram. Buranın cəmini də tapmaq üçün nə edərəm? 155'dən 29 çıxaram da. Çünki bunların hamısının cəmi 155'dir. 155'dən 29 çıxaram. S1 plus 155'dən də 29 çıxanda neçə edir? 15'dən 9, 6, 4'dən 2, 2, bu da 1. 126 edir. S1 plus 126, bunu sonra bu şərtlə müqayisə edərəm. Kiçik bərabərdir 234'dən. S1'imiz də kiçik bərabərdir 234'dən 126 çıxanda 14'dən 8, 0, 1. S1'imiz də kiçik bərabərdir 108'dən. S1'imizin qiymətləri 79 ilə, yəni 80-108 aralığında olur. Bu bunun tam olaraq belə deyək də biraz riyazi forması ilə həlli gedir. İndi cavabı bizə ən böyük istəyir deyə cavabımız olur 108. Cavab olur C variantı. Bu bunun tam olaraq bu formada həlli gedir. Amma biraz çətin gələ bilər. Doğrudur. Gəlin bunu başqa nisbətən rahat praktik yolla həll etməyə çalışaq. Cavab oldu burada C variantı tapdıq. Nə etdik? Ədədi silsilələrin düsturu ilə getdik. Biraz ola bilər qarışıq gəlsin. Gəlin buna başqa formada baxalım. Deməli, başqa formada necə gedərəm? Deyərəm ki, mənim S-im, buna S1 deyək. S1'im kiçik bərabərdir 234'dən. S-im də bərabərdir S1 plus N. N'imiz 2'dir. N də hər dəfə artır, 3 olur 5. Məsələn, artıq burada S1 plus 2 kiçik bərabərdir 234'dən. S'im olur S1 plus 2 plus 5. N'im də olur 8. Bu formada S1'im olur 2 plus 5 kiçikdir 234'dən. S'im də olur S1 plus 2 plus 5 plus N, N'imiz 8'dir. Plus N, N'imiz də oldu 11. Bu formada gedir. Bizə deyir ki, hansı ən böyük qiymətində 32 ədədi çap edilir. 32 ədədin çap edilməsi üçün N'imizin sondakı qiyməti nə olub deməli? 32 olub, düzdür? N'imizin sondakı qiymətinin 32 olması üçün burada S'i baxın. İndi sizə belə bir maraqlı qanun uyğunluq deyim burada. 5 olanda, bax N'imiz 5 olanda əvvəlki qiyməti nə olub? 2 olub. S'in üzərinə 2'ni gəlib. Yəni 3 vahid kiçik. 8 olanda 3 vahid kiçik, 5 gəlib. 11 olanda 8 gəlib. İndi mən burada S'in üzərinə S1 plus 2 plus 5 plus 8 nöqtələr 32-dirsə ən sonunda nə gəlməliyəm? 29, yəni 3 vahid daha kiçik. Düzdür? İndi
Başqa bir qanuna uyğunluq deyim burada. S1 plus 2. Burada 2 olanda yuxarıda nə olub? Sadəcə S1. Burada S1 plus 2 olanda burada S1 plus 2 plus 5 olub. Yəni görürsünüz ki, burada sonuncu yazılmayıb yuxarıda. Yəni məsələn burada S1 plus 2 plus 5 olanda burada 8 olub və bu 8-i yuxarıda yazmamışıq. Yəni biz burada artıq 29-u yazmalı deyilik. 29-dan əvvəlki həddimiz nə olur? 26 olur da. 26-ya qədər yaza bilərik. S1 plus 2 plus 5 nöqtələr plus 26. Kiçikdir, bərabərdir 234-dən. Bu girir dövrəyə bununla. S-imizin təzə qiyməti alınır. N-imiz 32 olur. Sonra biz gəlib S-imizin bu təzə qiymətin müqayisə etdikdə artıq şərtdə ödənməli deyil. 2 plus 5 plus 8 nöqtələr plus 26 plus 29. Bunu müqayisə etdikdə böyük olmalıdır 234-dən. Yəni ödənməli deyil bu. Əksinə olmalıdır. Böyük olmalıdır. Aydındır? Böyük olmalıdır 234-dən. İndi biz də bayaqları buranın ədədi silsilə ilə tapdıq cəmin. Bura verir bizə 155. S1 plus 155 böyükdür 234 dedik. S1'imiz də böyük oldu 79-dan. Bir də bunun əvvəlki dövrünə qayıdıb baxanda, da S-imizin qiyməti 26 ilə hesablayırıq. S1-dən S1 plus 2 plus 5 nöqtələr plus 26-ya qədər. Bu qiymətini də hesablayanda buradakı cəm də bizə verir 126-nı. S1 plus 126 da kiçik bərabər olur 234-dən. S1'imiz də kiçik bərabər olur 108-dən. Aydındır? Bu formada da gedib tapa bilərik. Nümunə olaraq yəni eyni şeydir, eyni qaydadır. Sadəcə bayaqkında daha ədədi silsilələrin düsturundan istifadə eləyərək getdik. Biraz qarışıq kimi, çətin kimi görsənə bilər bayaqki həlləndə. Amma burada da yəni riyazi həll olaraq eynidir. Bu formada cavabı indi bizə ən böyük qiymət deyir, 108 götürürük. Ən kiçik qiymət desəydik zaman 80 götürərdik. Cavab olur 60-da C variantı. Daha sonra baxalım. Proqram icrası 61-ci suala baxalım. Proqramın icrası nəticəsində 77 ədədini çapa verməsi üçün girişə daxil ediləcək ədədi müəyyən edin. 77-ni çapa verməsi üçün girişə daxil ediləcək ədədi müəyyən edək. N-imizin ilkin qiyməti 222-dir. 222-dən 5 çıxır. Gəlin baxalım. 222-dən neçə dəfə 5 çıxmalıyam ki, mən dövrümün sayını K ilə yazım da. Neçə dəfə 5 çıxım ki, mənə axırda 77 versin. Mən bu K-nın dövrlərimin sayını işarə edirəm. Buradan da 5K bərabərdir. Mənfi 5K hətta bərabərdir. 77-dən 222 çıxanda neçə eləyir? Hesablasaq. 222-dən 77 çıxsaq. 5, 4, 1, 145. Mənfiləri hər tərəfi mənfiyə bölsək 5K bərabərdir 145. K-mız da bərabər olur 2, 29-a. K-mız da olur 29. Deməli bizim dövrümüzün sayı 29-dur. 29 dəfə dövr eləmişik. İndi S-imizin ilkin qiyməti nədir? 22-dir. İndi baxırıq buradakı nümunəni yazmağa. S-imizin ilkin qiyməti 22-dir. 22-nin üzərinə mən gəlmişəm nəyi? D vurulsun K-nı. K-mız da D vurulsun, K-mız da 29. Bu mənim S-imin sonuncu qiymətidir. Və bu qiymət 390-dan kiçikdirmi? Xeyr. 222-nin çapa getməsi üçün, baxın 222 yox, üzr istəyirəm. 77-nin çapa getməsi üçün 29 dövrə işləyəcək bunların hər ikisi. Burada gəlib 77 alınacaq. Bunun da bu qiyməti 390-dan kiçik olmayacaq. Yəni böyük bərabər olacaq 390-dan. Bu şərt ödənməyəcək də, yəni. Buradan da 29D böyük bərabərdir. 390-dan 22 çıxanda neçə eləyir? 368
Yəqin ki elə eləyir. 368, 70. Aha. 29D böyük bərabərdir 368-dən. Buradan da baxırıq ki 368-də bölürük. 368-i də bölürük 29-a. 12 tam onda neçə? D-miz də böyük bərabər olur. 12 tam neçəsə? 4 deyək. Yəni D-mizin ən böyük qiyməti başlayır 13-dən və deyirik ki, ən kiçik qiyməti daha doğrusu başlayır 13-dən və deyirik ki, D-miz 13-dür. Girişə daxil ediləcək. Ədədi müəyyən edin. Deyirik ki, daxil edilir girişə 13 ədədi. Aydındır. 61-də olur cavab D variantı. Altmış ikinci sualla davam eləyək. Deməli, 62-ci sualda bizdən nə istəyir? Proqram nəticəsi müəyyən edin. 1 kiçikdir m-dən, p-miz 1-dir. 1 kiçikdir m-dən, bəli, m-miz olur onda 1, p də olur 1 vurulsun 1. Keçirik ikinci dövrəyə. N-miz nədir? 120-dir. N-mizi də 120 deyək. Deməli, keçirik ikinci dövrəyə. M-miz nəyi müqayisə edir? P-ni. P-miz oldu yenə 1. 1 kiçikdir mi? 120-dən. Bəli, M-miz oldu 2. P də oldu 1 vurulsun 2. Yəni 2 faktorial. Keçdik ikinci dövrəyə. 2 faktorial kiçikdir mi 120-dən? Bəli, M oldu 3. P də oldu 1 vurulsun 2 vurulsun 3. Yəni 3 faktorial. Keçdik növbəti dövrəyə. 3 faktorial. 3 faktorial neçə eləyir? 6. 6 kiçikdir mi 120-dən? Bəli, M-miz olur 4. P də olur 3 faktorial vurulsun 4. Yəni 4 faktorial. Bu da eləyir 24. 24 kiçikdir mi 120-dən? Bəli, M-miz olur 5. P-miz də olur 24 vurulsun 5-ə. Yəni 4 faktorial vurulsun 5-ə. Bu da eləyir 120. 5 faktorial. 120 kiçikdir mi 120-dən? Xeyr. Xeyr. Gəlib nəyi çap eləyir? M çıxılsın 1-i. Yəni 4-ü çap eləyir. Cavab olur Y variantı 4. 62-ci sualda Y variantı. Daha sonra baxalım 63-cü suala. Python-da yazılmış proqramın yenə nəticəsini istəyir bizdən 1-dən 7-yə qədər ədədləri verib. Yəni i-miz bizim 1, 2, 3, 4, 5, 6 ola bilər. İndi əgər bu ədəd 2-yə bölünürsə, 2-yə bölünüb qalığı 0 olursa, s-in üzərinə 1 gəlirik. 3-ə bölünüb qalığı 0 olursa, s-in üzərinə 2 gəlirik. Əks halda s-in üzərinə 3 gəlirik və s-in üzərinə də hər zaman i-ni gəlirik. Bunun sadə yolu, yəni mən tez-tez işləmək üçün ya bir-bir yoxlamalıyıq, dövrləri arxa-arxaya aparmalıyıq. Ya da ki, hər zaman nə işləyir burada? S bərabərdir, S üstə gəlsin, i işləyir. Mən bunların hər birinin toplamalıyım. Yəni 1-in üzərinə 2, üzərinə 3, üzərinə 4, üzərinə 5, üzərinə 6 gəlməliyim. Bu da neçə edir? 10, 18, 20, nəysə. Üzərinə sonra gəlməliyəm nəyi? 2-yə bölünənlər hansılardır? 2-yə bölünənlər hansılardır? 2-yə bölünənlər 2-dir, 4-dür, 6-dır. 2-yə bölünənlərin sayı qədər, yəni hər dəfə 1 gəlməliyim. Deməli, 3 gəlməliyim 2-yə bölünənlər. Sonra 3-ə bölünənlər hansılardır? 3-ə bölünənlər 3-dür, 3-dür və 6-dır. Yenə də 2 gəlməliyəm, 2 dənə. 2, 2. Biri 3-ə görə, biri də 6-ya görə. Və 3-ə bölünməyənlər hansılardır bəs? 3-ə bölünməyənlər də 1-dir, 2-dir, 4-dür, 5-dir. Bunlara görə də hər dəfə 3 gəlməliyəm. Yəni 4 dəfə 3 gəlməliyəm. Bunları da toplayanda görə neçə verəcək bizə? 12, 13, 14, 16, 19, 25, 30... 30, deməli, 35, 39. Sonda nə isə toplamamışıq. Burada deməli, S-in üzərinə
birləri gəlirik. 1, 2, 3, 4, 5 deməli. 3-ə bölünənlərdə eləsi var ki, həm 3-ə bölünür, həm 2-yə bölünür. Aydındır? 1, 2, 3, 4. Bu formada gedib, yəni belə gedə bilərik. Başqa yolu isə, indi burada ortada bir hesablama səhv etdik, 1-in yazmadıq. Başqa yolu isə, yəni bu sürətli yolun bu formada qeyd edib gedə bilərik. Digər yolu isə nədir? 1-1 bunu yoxlamaq. 1-1 gəlib, belə deyək də, baxmaq ki, necə yazaq. Deməli, deməli, indi biz burada yazırıq. İ'miz 1 olanda, i 1 olduqda 1 2-yə bölünür, false, bölünmür. Yəni 1 2-yə bölünüb 0 olur, yox. Onda s'imiz olur 1. 1 3-ə bölünür, yox. Onda üzərinə 2 gəlirəm, s'imiz olur 3. S'in də üzərinə hər dəfə, indi bura baxmıram deyə, burada da false olur. 3 gəlmirəm daha doğrusu. Baxın burada. Deməli, 1 3-ə bölünür, yox. False olur. False olduğuna görə də else baxıram. Üzərinə 3 gəlirəm. S'imiz olur 4. S'in də üzərinə hər dəfə 1 gəldim. S'im oldu 5. Keçdim i'nin 2 qiymətinə. i 2 olduqda 2 2-yə bölünür. True olur. True olduğuna görə s bərabərdir. S plus 1. S plus 1. S'im 5 idi. Üzərinə 1 gəldim 6. 2 3-ə bölünür, yox. False'dur. Ona görə else'yə baxıram. Else'ə baxanda s'min üzərinə 3 gəlirəm. 9. Bir də 2-ni gəlirəm. S'im olur 11. Keçirəm i'nin 3 qiymətinə. 3 2-yə bölünür. False. Yox. Ona görə keçirəm. 3-ü 3-ə bölürəm. Bölünürmü? Bəli. True. Tam bölünür. Deməli, tam bölünürsə s'in üzərinə 2 gəlirəm. 11 idi, oldu 13. Və sonda da üzərinə i'ni gəlirəm. 13-ün də üstünə 3. S'im olur 16. i'nin 4 qiymətinə baxıram. 4 2-yə bölünürmü? True. Bölünürsə üzərinə 1 gəlirəm. Olur 17. 4 3-ə bölünürmü? Xeyr. Elsə baxıram. S bərabərdir. S plus 3. 17 plus 3. 20. S'in də bərabər olur 24-ə. Üzərinə 4-də gəldim i'ni. i'nin 5 qiymətinə baxıram. 5 2-yə bölünürmü? False. Yəni bölünmür. S bərabər olur. 3 qiymətinə baxıram. i'ni 5 3-ə bölünürmü? Yox. Keçirəm elsə. S olur. 24-ün də üzərinə 3. 27. 27-nin də üzərinə 5 gəlirəm. Olur 32. i'nin 6 qiymətinə baxıram. 6 2-yə bölünürmü? True. S'im olur 33. 6 3-ə bölünürmü? True. Üzərinə 2 gəlirəm. S'im olur 35. Daha sonra S bərabər olur. S plus i 35 üstə gəlinsin. i 6 41. İndi yenə də burada hardasa hesablama səhvi elədik. Gəlin baxağın. 9-un üstünə 2 gələndə 11 yazmışam. Düzdür. 4-ün üzərinə məsələn 1-i 1 2-yə bölünürmü? False. Baxın, burada 1 yazmışam. 1 2-yə bölündə false olur. Hesablamıram. 1 olmur. 1-in üzərinə bura baxıram. Burada da false olur deyə 0-ın üzərinə 3 gəlirəm. 3 olur. Burada da belə deyək də 1 gələndə 4 olur. Yəni belə deyib, burada bir hesablama səhv eləyib. Üzərinə 1-i artıq gəlmişəm. İndi həmin 1-i çıxanda eləyir 40. Cavabımız da burada olur 40. Yəni proses bu cür gedir. Birdən yoxlaya-yoxlaya davam edirik.